ilk öncə özəl mövzumuz məktəbəqədər təhsilin məzmun standartlarıdır ki, bu kurikulum içərisində yer alır. Yəni kurikulum deyəndə məzmun standartları da içərisində gedir. Yəni nə ki keçiriksə mövzular, hamısı bu standartlarla əlaqədardır. Bu bizim özəyimizdir. Bunu çox yaxşı öyrənəndə, yəni keçdiyimiz bütün mövzuları çox qəşəng öyrənəcəyik. Bir dəqiqə. Keçdiyimiz bütün mövzuları çox qəşəng qavrayacağıq. Yəni istəyir nəzəriyyə olsun, istəyir məşğələlər olsun, nə olur olsun, bütün yəni adi səriştələrdir, didaktik prinsiplər hamısı gəlir bizim bu inkişaf sahələrinə ki, bütün məktəbəqədər təhsil bu standartların üzərində qurulubdur ki, biz uşaqlarda bu standartları formalaşdırmalıyıq. Təhsil qanunun içərisində də var. Deməli deyirik ki, məktəbəqədər təhsilin məzmun standartları deyəndə nə başa düşülür? Baxın, burada gördüyümüz hər bir şey bu məktəbəqədər təhsilin məzmun standartları və məzmun standartlarında tərkibində nələr var? Burada baxırsınız, birinci baxırıq, yaşlardır. 1-2 yaş, 2-3 yaş, 3-4 yaş, 4-5 yaş, 5-6 yaş. Müəllimələr, ən çətin mövzudan başladım. Yəni çətin deyil əslində, asandır. Qavradıqca görəsiz asandır. Sonra get-gedə mövzuları tam anlayasınız, bunu yaxşı anlasaz, o birisi qruplarımla hardasa bir 2, 3, 4 dərsə biz tamamlamışıq bu məzmun standartlarını. Bax bu cədvəli 2-3 dərsə. Bir qrupundan 4 dərsə, bir qrupundan 3 dərsə, yəni 2 dərsə də eləsəm bu sizə çox çətin gələcək. Baxaq görün bugün hara qədər gedə bilirik. Deməli, 1-2 yaş birinci körpələr qrupudur, 2-3 yaş ikinci körpələr qrupudur, 3-4 yaş orta qrupdur, 4-5 yaş böyük qruppadır, 5-6 yaşda məktəbə hazırlıq qruppasıdır. Burada müəllimələr sizi çaşdırmasın ki, məsələn, bura düşəcək aşağı, göz buralarda yaşlar yazılmıyor. Bu çaşdırmasın sizi. Yəni, bilirsiniz ki, bu birinci, deyək ki, yuxarıdan aşağı tutun. Bu oldu 1-2 yaş, bu oldu 2-3 yaş, bu 3-4 yaş, bu 4-5 yaş, bu 5-6 yaş. Mən ilk öncə öyrənməyə başlayanda hamısının üzərindən qara karandaşla yazırdım ki, yaşları dəyişik salmayam. Çünki mən miqə hazırlaşırdım, amma işləyən müəllimələrə məncə tanış gəlir bunlar. Mən ilk dəfə də görürdüm. Deməli, gəldik, baxın, bax bu 1 yazılıb ha, 1. 1 yazılan bizim bu inkişaf sahəmizdir. İnkişaf sahəsi ana xəttdir, dəyişməzdir, leytmotivdir. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Bu bizim birinci inkişaf sahəmizdir. Bax, bu bizim birinci inkişaf sahəmizdir. Yəni biz uşaqları ilk öncə fiziki cəhətdən sağlam inkişaf elətdirməliyik. Baxın, fiziki hərəkətləri yerinə yetirir. Bu bizim əsas standartımızdır. Belə başa salım ki, baxın, bu 1 rəqəm oldu inkişaf sahəsi. Bu 1 oldu əsas standart. Bu 1 3 dənə rəqəm oldu alt standart. Deməli, inkişaf sahəsini ifadə eləyir əsas standart. Əsas standartda ifadə edir alt standart. Yuxarıdan aşağıya doğru gəlir. Baxırsınız, elə bir ki, necə deyim sizə? Baxın, burada fiziki inkişaf sağlamlıq təhlükəsizlik. Bunun açması 1-1-dir, 1-2-dir, bir də 1-3-dür. Görürsünüz, 2 rəqəmli. 2 rəqəmli bunun əsas standartdır. Əsas standartda ifadə edir buradakı olan alt standartlar. Alt standartlar da, məsələn, 1-1-in alt standartı, baxın bunlardır, 1-1-4-ə qədər. 1-2-nin alt standartı 1-2, 1-2-2, 1-3-2-3 bura qədərdir. 1-3-ün də alt standartı 1-3-1, 1-3-2 bura qədərdir. Əslində fiziki inkişaf asandır bilənə kimi. Yəni bu məzmununu biləndən sonra yenə deyirəm. Məsələn, biz fiziki mədəniyyət məşğələmizdə bu standartı, birinci bu standartı öyrənəcək ki, yəni fiziki mədəniyyət məşğələsi bu 1-1 əsas standartından çıxır. 1-2 deyirik ki, masa arxasında davranış ümumi qaydalara, gigiyena qaydalarına əsasən əməl edir. Amma baxırıq burada 1-3-də təhlükəsizlik qaydalarına əməl edir. Biz bu əsas standartları qəşəng mənimsəyərək öyrənməliyik. Mən əzbər heç xoşlanmıram, əzbər yox, mənimsəyərək də. İndi baxırıq, adından məlum olduğu kimi fiziki hərəkətlər yeni. Baxın, bir də belə bir şey deyim. Bax, burada fiziki inkişaf, sağlamlıq təhlükəsizlik. Burada feil yoxdur, görürsünüz. Burada sadəcə olaraq bilikdir, məlumat verir. Fiziki hərəkətləri yerinə yetirir. Burada biliklə fəaliyyətdir. Yerinə yetirmə nədir müəllimələr? Fəaliyyət demək. Yəni burada hərəkət görürük. Fiziki hərəkət də burada bizdə olur. Necə deyim sizə?
Yəni burada bilik hissəsidir. Məlumat verir, eee, fiziki hərəkətlər nə? Fiziki hərəkət yerinə yetirir. Nədir? Yəni bu feil hissəsidir, bu da deyək isim hissəsi də, belə deyək. Baxırıq bura, masa arxasında davranışları ümumi qaydalara əsasən tənzimli, gigiyena. Görürsüz burada da bilik fəaliyyətdən ibarətdir. Bilik hissəsi, bu da fəaliyyət hissəsidir. Feil hissəsi, fəaliyyət hissəsi gedir. Baxırıq təhlükəsiz qayda. Bu da görürsüz bilik fəaliyyət. Deyirik kimdir? Müəllimələr. Baxın bu fiziki inkişaf təkcə bilikdən ibarət oldu. Məlumat xarakterli. Bir dedik ki, əsas standart bilik fəaliyyət, amma alt standart da yenə bilik fəaliyyətindən ibarətdir. Görürsüz? Sonra müəllimələr, deməli, gəlirik, yəni fəaliyyət yoxdur inkişaf sahəsində, bu testlərdə düşür. Gəlirik indi bir-bir fiziki hərəkətləri yeni. İndi baxın, bunun içərisini mən sizə proqramı tamamlayana kimi hardasa uzağı 3 aya qədər çəkir proqram. Proqram tamam, amma mən baxacam. Əgər qavramamız yüksək olsa, sürətli gedərik mövzular. Amma mən çox tez getməyi də xoşlamıram ki, sürətli gedəndə əgər mövzunu tam qavramaq, testləri yaxşı qavramaq alınmırsa da, orada nəticə də çox zəif olur. Bir də var ki, bunu dərindən mənimsəyə gedəndə nəticəmiz də çox qəşəng olur da. Çünki bu mövzunu artıq bir dəfə biləndə onu ikinci dəfə öyrənməyə ehtiyac olmur. Amma yenə təkrar gedəsiniz də özünüz. Mən sizə sonra da dərs qutarandan sonra da yeni testlər hazırladıqca göndərəcəm. Bir də ki, bir-bir fiziki hərəkətləri yerinə yetirir. Baxın, bir. Bax, bu bir əsas standartdır. Amma burada baxın, əsas standart burada olduğu kimi qalır, alt standart dəyişir. Baxın, alt standart dəyişir. Əsas standart yaşa görə dəyişmir. Olduğu kimi qalır. Amma alt standart yaşlara görə dəyişir. Sadə mürəkkəbə görə dəyişir. Sonra yəni məzmuna görə dəyişir. İndi baxırıq. Sadə fiziki hərəkətləri qalxıb oturur, yanlara dönür, sərbəst yeriyir, 3-4 metr məsafəyə qaçır və maneələrdən yan keçir və yerinə yetirir. Bu müəllimələr görürsüz 1-2 yaşın xüsusiyyəti sadə formalıdır. Gəlir sadə fiziki hərəkətləri artıq deyir ki, baxın, yeriş qaçışı icra eləyir, yerişdən qaçışa, qaçışdan yerişə keçmək, sürünmə, dırmanma, topu bir-birinə tərəf atmaq, tutmaq, müvazətini saxlamaqla yeriş yerinə yetirir. Görürsüz, müvazəti saxlamaq gəldi burada. Sonra dedi ki, sürünmədir, dırmanmadır, topu bir-birinə atmaq, tutmaq. Bunlar görürsüz 2-3 yaşın içərisindədir. Aha, Xədicə müəllimə gəlibdir. Xədicə müəllimə, bu fiziki buranı izah eləndə var idiniz, inkişaf sahəsi əsas alt standart. Xeyr müəllimə, indi qoşuldum. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Qoy bir də indi başlayım mən. Amma çalışın ki, mən linki göndərən kimi həmişə əlinizdə telefon olsun ki, həmin vaxtı qoşula biləsiniz. İndi başlayıram. Bir də başdan başlayın, diqqətlə qulaq asın. Baxın müəllimələr, yenə də deyirəm, baxın bu məktəbəli təhsilin məzmun standartları. Bu bizim özəyimizdir. Biz bunu biləndə bütün mövzuların açarı bax bu mövzuda gizlənir. Bax bu əsas standart, alt standart, bu inkişaf sahəsi bax bunlarda gizlənir. Bir də bu yaş xüsusiyyətlərinə görə bilmək. Yaş xüsusiyyətlərinə görə bilməyin də nə qədər əhəmiyyəti var. Yəni qəbulda yaşlardan suallar düşəndə artıq siz təqribi bilirsiniz. 1-2 yaşda nədir, 2-3 yaşda hansı xüsusiyyət, 3-4-də, 4-5-də, 5-6-da. Bunu biləndən sonra siz yaşlarda rahat işləyirsiniz. İndi biz inşallah fəaliyyət də keçəcəyik, ümumi təlim nəticələri də keçəcəyik. Hamısında yaşa görə dəyişir, onda daha rahat qavrayasınız. Həm də ki, məşğələləri də yaşa görə öyrənəcəyik. Tam əhatəli öyrənəsiz yaşa görə, həm də ki, yəni məzmunun içərisində hamısını öyrənəcəyik də, bütün nə var hamısını. Gəldik müəllimələr. Dedik bax bu əgər məsələn bu aşağı çevir ya, görürsüz mən bunu sizə göndərəcəm. Bax belə aşağı çevirəndə bax görürsüz 1-2 yaş. 1-2 yaş bir dənə görürsüz bu yuxarıda yaşlar verilibdi da. Amma belə təqribi yaş olmasa belə yadınızda saxlayın, hətta qələmlə yazın. Bu 1-2 yaşdır, bu 2-3 yaşdır. Yəni təqrib bilin ki, belədir. Bu 3-4 yaşdır, bu 4-5 yaşdır. Bir yaş artır təbii ki. Bu da olur bizim, biraz səliqəsiz oldu, 5-6 yaş. Görürsüz, yaşa görə dəyişir. Yəni yazılmasa belə mən çaşırdım deyənə həmişə də, yəni dəyişir. Ona görə yuxarıdan həmişə yazırdım. Hər dəfə əsas standart dəyişdikcə. Baxırıq. İndi görürsüz bu 1-2 yaşdır, bu sütun. Bu 2-3 yaşındır, bu 3-4 yaşındır. Bu 4-5 yaşındır, bu 5-6 yaşındır. Yəni bu təkcə bu sütuna aid deyil. Hamısı belə gedir. 1-2 yaş, 2-3 yaş, 3-4 yaş, 4-5 yaş, 5-6 yaş. Get-gedə mürəkkəbləşir. Belə də gedir, belə də məsələn baxın.
Bu 1-2 yaşdır, 2-3 yaş, yəni necə deyim, mürəkkəbliyə doğru gedir də. Bu 3-4-dür, bu 4-dür, 5-dir, bu 5-6 yaş. Yəni sadədən mürəkkəbə doğru baxırsınız. Şəxsi gigiyena əşyalarını nümayiş etdirir. Bu nisbətən sadədir. İlkin gigiyena qaydalarına artıq daraq, burun dəsmalından istifadə etməyə əməl edir. Burada nümayiş etdirir əşyalarını hələ tanıdığını. Burada artıq istifadə eləmək. Görürsünüz, burada tanıyır. Tanıma nədir müəllimələr? Yəni xatırlama. Bu tanıyır, bu 1-2 yaşda. Burada artıq əməl edir, 2-3 yaş. Artıq burada bildiyini nümayiş etdirir. Baxın, bildiyini nümayiş etdirir. Görürsünüz, mürəkkəb bu 3-4 yaşdadır. Artıq burada əlini, üzünü, qulağını quruluyur, yuyur, salfetdən istifadə etmək, bildiyini nümayiş elətdirmə. Burada göz nümayiş etdirmə artıq o 3-4 yaşda əlavə olundu. Deyir, indi burada daha genişdir. Müəyyən olunmuş, bax, müəyyən olunmuş. Burada şəxsi gigiyena əşyalarını nümayiş etdirdi, tanıdığını, amma təkcə burada daraq dəsmal verilib. Amma ilkin gigiyena qaydaları, bu oldu 2-3 yaşda, sadə gigiyena qaydalarını artıq bildiyini nümayiş etdirir. Bu oldu 3-4 yaşda müəyyən olunmuş, daha da mürəkkəbləşir. Gigiyena qaydalarına yeməkdən əvvəl əllərini yuma, sabunla yuma. Deməli, sabun 3-4 yaşdan başladı. Burada artıq yeməkdən sonra ağzını yaxalama, əllərini yeməkdən əvvəl sonra əllərini sabunla yuma var burada. Burada sabundan düzgün istifadə eləməkdir. Sonra burada deyir, asqırıb öskürəndə, yəni üzünü çevirib artıq ağzını, burnunu dəsmalla tutur. Görürsünüz, daha da uşağın intellekti get-gedə inkişaf eləyir də, daha da inkişafləmiş o, mürəkkəbləşir. Baxırıq bura. Deyir, artıq burada müəyyən yox, deyir, gigiyena. Səsiniz qırıq-qırıq Gəlir səsim. qırıq gəlir. Hamıya belə gəlir müəllimələr? Mənə aydın gəlir müəllimə. Normal eşidirəm. Qırıq-qırıq kimə gəlir? Hansı müəlliməyə gəlir? Hədicə müəlliməyə? Kimə qırıq-qırıq gəlsə, çıxsın təkrar daxil olsun. Onda internet daha yaxşı tutacaq. İnternetdən də o qırıq-qırıq gəlməyi. Baxın, burada deyir ki, gigiyena ehtiyac olduqda əllərini sabunla yuma, qurulama, öz şəxsi əşyalarından, daraq, burun dəsmalı, salfetdən istifadə eləmə. Baxın, hiss üzvlərinə qulluq. Hiss üzvləri də deyir, nədir budur? Burada gözlər, burun, dil, dodaqlar, dəriyə, yəni qulluq bacarıqlarını nümayiş etdirir. Burada əməllədir. Burada görürsünüz, təzə sözümüz hiss üzvləri əlavə olundu. Bu da oldu 5-6 yaşda. İndi mən bunu sizə hər dərs hər dərs sual-cavabla onsuz möhkəmləndirəcəm. Aha. Burada görürsünüz onların üzr istəyirəm, açar sözləri var da müəllimə. Tutaq ki, 1-2 yaşın, 2-3 yaşın. Onların bizə elə bil ki, açar sözlərdən izahın beynimizə yerirsə, anlaşaraq orada elə bil ki. Bəli. Amma mən sizə bu günlər əsas ilk dəfə o birisi qruplarla eləmişəm. İlk dəfə məzmununu öyrədəcəm sizə. Ki bu birinci inkişaf sahəsinin məzmunu nədir, ikinci inkişaf, üçüncü, dördüncü. Yəni bunu təmiz müəllimələr öyrənir. Ondan sonra bunu get-gedə hər mövzunun yanında verəcəm. Yaşlarla, açar sözlərlə az-az da. Məsələn, 1-2, bax bu əsas standartı 1 verəcəm, 1-1-i 1 verəcəm, 1-3-ü 1 verəcəm. Belə-belə tamamilə daxilini öyrənəsiniz. Hamısını birdən verməyəcəm. Çünki hələ yəni vaxtımıza var olmasına, amma mən istəyirəm bunu dərindən öyrənək. Hamısını birdən heç vaxt yadda saxlaya bilmərsiniz. Yavaş-yavaş yadda saxlayasınız. Deməli, indi gəldik bura. Yəni get-gedə mürəkkəbləşdi. Biz indi inşallah didaktik prinsiplərdən öyrənəcəyik varislik prinsipi. Varislik prinsipi nə idi müəllimələr? Sadədən mürəkkəbə doğru mürəkkəbləşməkdir. Yəni bax bu alt standartlar sadədən mürəkkəbə doğru mürəkkəbləşməyi bizim varislik prinsipimizə yəni əməlləməkdə. Yəni ki, alt standartları əsasən misal çəkir, bu varislik prinsipidir. Çünki sadədən mürəkkəbə doğru gedir. Gəldik müəllimələr, bax bu 1-1-1. Burada dedik ki, sadə fiziki hərəkətlər idi. Məsələn, fiziki hərəkətləri müxtəlif istiqamətlərdə yeriş, qaçış, icra etmə, dırmanma. Bunu siz özünüz də mütaliə elədikcə tamamilə öyrənəsiniz. Özünüz də məsələn baxasınız, müqayisə ilə altından xəttlər çəkəsiniz. Sonra mən sual verəndə, testlərdə salanda siz onu rahat işləyə biləsiniz. Get-gedə qavriyyəsi yavaş-yavaş. Yəni bu boyda cədvəlin hamısını birdən öyrənmək çox çətindir, öyrənmək olmur. Deməli, müəllimə, burada qalmışdıq. Sürünmə, dırmanma, topu bir-birinə atmaq, tutmaq, müvazinətini saxlamaqla yerinə yetirir. Yəni, bu oldu ikinci köprülər qrupu. Artıq orta qrupda, dedik, baxın burada, orta qrupda gəlir bizdə gimnastik skamya. Amma gimnastik skamyanı biz ikinci köprülər qrupunda görmürük.
Amma gimnastik skamyanı orta qrupdan görür. Kürəciyini deyirlədir, topu atırdır, müvazə saxlamaqla yerinə yetirir bunlar, müvazətini saxlamaqla. Müvazəni saxlamaq burada da var, burada da var. Amma burada gimnastik skamya üstü ilə arasında sürünmə bax burdadır. Orta qrupdadır. Çünki orta qrupda biləcək inşallah bədii təfəkkür məşğələsi də orta qrupdan başlayır. Sonra məntiqi riyazi təfəkkür məşğələmiz də orta qrupdan başlayır. Sensor tərbiyə də var, amma adı məntiqi riyazi təfəkkürün adı burada orta qrup gedir. Orta qrupda olur da, yəni amma 1 2 3 yaşda sensor tərbiyə məşğələsi gedir. Dedik ki, bura baxırıq indi böyük qrupa. Fiziki hərəkətlərin müxtəlif istiqamətləri, gediş, qaçış, müxtəlif əşyaların üstü arası sürünmə, gimnastik, nərdivana dırmanma, tullanma, hoppanma hərəkətləri, müxtəlif hərəkətlər yerinə yetirərkən müvazətini saxlama, verilən komandaya uyğun yerinə yetirir. Burada artıq komanda anlayışına rast gəlirik. Görürsünüz, bu da oldu böyük qrupada. Amma burada dedik ki, gimnastik skamyanın üstü ilə sürünmə, bu oldu bizim dırmama görüş hər ikisi də var. Sürünmə oldu bizdə orta qrupda, gimnastik skamya anlayışı. Burada müvazət anlayışı oldu. İkinci köklər qrupundan gəldi. Hər ikisi sadə fiziki hərəkətlər var. Burada amma 3-4 metr məsafəyə qaçır. 3-4 metr məsafə testlərdə düşür mərmələr. Bu olur bizim birinci köklər qrupumuz. Komandaya uyğun bir də burada müəllimələrin nərdivan anlayışı var. Nərdivana dırmanma, hoppanma, müxtəlif hərəkətlər yerinə yetirərkən müvazətini saxlama. Bu oldu dedik ki, böyük qrupada. Gəlirik məktəbə hazırlıq. Məktəbə hazırlıq yaş qrupası bütün istir məşğələlərdə, istir məsələn bu standartlarda görəcək ki, o çox seçilir də, sıraz seçilir. Bir orta qrup çox seçilir. Məktəbə hazırlıq, bir də birinci köklər qrupu seçilir. Baxırıq, məktəbə hazırlıqda deyir ki, fiziki inkişafla bağlı müəyyən olunmuş müxtəlif hərəkətləri, qaməti düz saxlama. Müəllimə, Bəli, olar bir söz deyim, üzr istəyirəm. bəli. Müəllimə, bunlar hamısı belə dəqiqliyi ilə oxuyub biz yadda saxlamalıyıq, yoxsa? O müəllimə elə bil ki, yavaş-yavaş, bunu yox, əzbərə gəlib düşmür. Bəli, elə bil ki, az-az mən sizə verəcəm. Sizə çox asan gələcək. Məsələn, bu 1-1 var ha, amma məşğələlərimizlə bərabərdə, yəni hər mövzunun yanında az-az verəcəm. Məsələn, bax bu 1-1 verəcəm sizə. Görs 1-1-1 bu qədərdir. Balaca bir cədvəldir də. 1-1-1, 1-1-2, 1-1-3, 1-1-4. Bu 1-1-in məsələn əsas standartının alt standartdan verəcəm. Onun məsələn bir dəfə bunu öyrənəsiz. Mən sizə sual 1-1 soruşacağam da məsələn yaşlara görə. Yox, belə çox əzbərə yox, amma başa düşə. Başa düşə lazımdır sizə öyrənmək. Əzbərə istəmirəm. Yəni misal üçün biz belə bilirik ki, yəni indi hamı bilir ki, biz bağçada yəni bunu bu qədər qayda ilə keçən yoxdur da. Yəni bilirik ki, 1-1-1 fiziki inkişafdır, onu bilirik. Misal üçün uşaq yəni müəyyən şeylər var ki, bilirik ki, bunu körpə uşağı eləyir. Eləsi var ki, bunu böyük uşaq eləyir. Onu belə testdə də qarşımıza çıxanda anlaya bilirik ki, onu demək istəyirəm ki, yəni fikrim odur ki, yəni biz belə dəqiqliyi ilə əzbərə bilməsək də, amma göz biləcəyik də, yəni ki, o nə deməkdir? Ola bilər müəllimə, standartın özünün tərkibində düşə bilər. Hər şey düşə bilər. Bu 54 səhifətin hər bir şey, AT-nin verdiyi bütün o nə ki vəsaitlər var. Onların arasına səslər sala bilərlər. Ona görə bunu dəqiqliyinə, mən də bunu dəqiqliyinə o vaxtlar öyrənmişdim. Çox çətinlik çəkmişdim. Almışdı da bir neçə ayım, amma öyrənmişdim. Çünki baxın bunu dəqiqliyinə öyrənəndə belə yadda saxlanır. Məsələn, hədəfə atmadır. Bu hərəkət bax hələ də yadımdadır. Bu çevrilik, elastiklik, sürət güc bu gəlir olur məktəbə hazırlıq. Bunları məsələn açar məqamlarla yadda saxlayanda ola bilər ki, qəbulda gəlib düşə bilər testlərdən. Billi düşmüşdü belə testlərə. Yəni hər cür düşə bilər. Ona görə hər şey hazır olmaq üçün öyrənməkdə fayda var. Düzdür, məsələn mən də yazıram standartı, təqribi bilirəm. Mən də indi hazırda işləyirəm də bağçada. 2025-26-cı illərdən başlamışam işləməyə. Amma yəni elə rahat olacaqsa testlərdə, yəni orada nə cür test düşdüsə hazır olasınız. Bir də məşğələlərimizi də öyrənəndə sizə asan gələcək. Yəni məşğələlərdə çətinlik çəkməyəsiniz. Deməli müəllimələr, gəldik bura. Bu bizim biraz vaxtımızı aparacaq. Uzağı 2-3 dərsdir də, yəni çox yox. Vaxtımızı aparacaq, amma əsas məzmun dərindən biləsiniz. Sonra mən məktəbə qədər bütün özəyini öyrədəndən sonra artıq hər mövzunun yanında verəcəm sizə bunları. Hərəsindən hər dəfə bir əsas standart verəcəm. Bir yerdə sual-cavab təhlil eləyəcəyik inşallah, testlərini işləyəcəyik. Deməli gəldik müəllimələr 1-1-2.
1-1-2-də artıq deyir böyüklərin köməyi ilə pilləkənlə qalxır, düşür. Yerində atılıb düşür. Bu 2-3 yaşdır, irəli doğru, ayaqları bir yerdə. Sonra gəldik, baxın, böyüklərin köməyi varsa da, bu oldu birinci körpələr qrupu. Yerində atılıb düşür, ayaqları bir yerdə, yəni ikisi bir yerdə, irəliyə doğru tullanma dediyi oldu 2-3 yaşda. Gimnastik skamya, görürsünüz müəllimlər, gimnastik skamya burada da orta qrupdan başlayır. Baxırsınız, burada da orta qrupdadır, burada da orta qrupdadır. 2 ayaq üzərində yerə düşür. Biraz müəllimlər bilirəm çətindir, yorucudur, amma valla o birisi qruplarımla da bunu dərindən eləmişik. Mən özüm də 2-3 saat o qədər vaxtımı alır, özüm də yoruluram. Amma indi o qədər rahat işləyirik ki, testləri işləyən didaktik prinsiplər, təlimin təşkili prinsiplərdir, bu inkişaf sahələrinin testləridir. Hansı test olur olsun, hamısını indi səriştələri də keçəcək. Oradan da yəni inkişaf sahələrini biləndə səriştələri də rahat qavraya bilərsiniz. Əsas bax bunların içini ona görə dərindən öyrədirəm. Sonra görəsiz müəllimə, deyəsən nə yaxşı bunun içərisini öyrənmişik dərindən. Sizə çox asan gələcək. Özəyi qururam sizdə. Skamya dili orta qrupdur, gimnastik skamya. Sağ və sol, burada artıq müəllimələr tullanmadır. Burada sürünməkdir, fiziki hərəkətləri yerinə yetirdi, sürünməkdir, dırmanmaydı, belə bir şeylər idi. Nərdivana pillə dırmanma. Burada artıq ip üzərinə tullanma var, ha. Tullanmanın elə bir ki, necə deyim, varisliyidir da. Gimnastik skamyanın üzərinə tullanır. Burada sürünürdü, burada tullanırdı. Sağ və sol ayaqları üzərində irəliyə doğru tullanır. Tullanma da oldu 1-1-2-də. Sadə fiziki hərəkətləri yerinə yetirmə oldu 1-1-1. Amma 1-1-2-də artıq tullanmadır. Gimnastik skamya hər ikisində var. Burada sürünmədir, burada tullanmadır. Dedik müəllimlər, yerində uzundan müxtəlif istiqamətlərə doğru ip üzərinə tullanma. İp sözü görürsə də götürürük bunu məktəbə hazırlıq. Bununla müəllimə siz sual verdiniz, deyən mən burada qaldım, bunu biraz dərindən istəyirəm elə. Baxın, burada qum kisəciyini hədəfə atma. Hədəfə atma burada dedik ki, oldu məktəbə hazırlıq 5-6 yaşda. Çeviri elastiklik güc oldu 5-6 yaşda. Topu hədəfə atma oldu müəllimələr yenə 5-6 yaş, 1-1-1. Burada sədd də var. Məhdudlaşdırılmış sədd üzərində müvazinət saxlamaqla yeri qaçış, gimnastik nərdivanla pillə-pillə dırmanma. Burada dedik ki, gimnastik nərdivan dırmanma buradaydı, pillə-pillə dırmanma da buradaydı. 5-6 yaşda. 4-5 yaşda da gimnastik nərdivana dırmanma, tullanma. Sonra gəldi ip üzərində tullanma oldu məktəbə hazırlıq. İndi müəllimələr, məzmunu sizdən 1-1-4-dən sonra soruşacağam, sual-cavab eləyəcəm sizdən. Hər dəfə mövzunu öyrətdikcə sual-cavab eləyirəm, sonra yenisinə keçirəm. Yeni əsas standarta keçirəm. Baxırıq, dedik ki, 1-1-1-də sadə fiziki hərəkətlər, 3-4 məsafəyə qaçma, filan, skamyanın üzərindən sürünməkdir. Sonra dedik ki, burada da var idi gimnastik nərdivana tullanma, hoppanma idi. Sonra dedik ki, məhdudlaşdırılmış sədd üzərində müvazinət saxlamaqla qaçış idi. Bir də topu hədəfə atma buradaydı, çeviklik, elastiklik də buradaydı. Bu oldu bizim 1-1-1 standartımız. 1-1-1. İndi 1-1-2-də dedik ki, ip üzərinə tullanma. Əsas bunu yadda saxlayırıq. 2 ayağı sağ və sol ayağı üzərində görürsə də bu olur böyük qrupba. Özdəki 1-1-2-də. Gimnastik skamya tullanaraq 2 ayaq üzərində düşmə, bu da oldu 1-1-2-də. Yerində atıb tullanma dedik ki, bu da ikinci körpülər qrupuydu. Yenə burada ayaqları bir yerdə. Amma böyüklərin köməyi ilə pilləkənlə qalxıb düşmə oldu 1-1-2-nin birinci körpülər qrupu. Müəllimələr, burada görürük, ancaq top görürük. Burada sadə fiziki hərəkətlər görürük, top da görürük. Ki, məsələn, topu hədəfə atma, topu kürəciyi hədəfə atma, burada da topu gör, at tutma, burada amma təkcə topdur. Topu döşəmə üzərində deyirlədir. Bu 1-1-3-dür, amma birinci körpülər qrupudur. Topu ayağı ilə vurur. Bu oldu ikinci körpülər qrupu. Get-gedə mürəkkəbləşdi müəllimlər. Deyirləmə hansıdır? Birinci körpülər qrupu. Topu ayağı ilə vurur. 1-1-3-ün ikinci körpülər qrupudur. Amma topu başı üzərindən atır və yerdən qalxan topu tutur. Bu da oldu orta qrupda. Amma bax müəllimələr, başı üzərindən atma oldu bu orta qrupda. Topu ayağı ilə vurma bu sadədə, yəni bu oldu 2-3 yaş. Amma bu orta qrup oldu. Böyük qrupda da topu kürəciyi müxtəlif üsullarla atıb tutur. Bu da oldu böyük qrupda.
Bir də var müəllimələr burada müxtəlif üsullarla atıb tutmadır ki, oldu böyük qrupda. Topu yerə vuraraq irəliləyir, topu hədəfə vurur, hədəfə atır. Deməli, topu yerə vuraraq irəliləyir, topu hədəfə atır. Burada hamısında məzmunu oldu top. Burada ama pillə-pillə dırmanma, dedik ki, qum kisəciyini və topu hədəfə atmadı. Burada sadəcə topu deyir, vuraraq irəliləyir, topu hədəfə atma. Burada qum kisəciyi görünür. Burada sadəcə top görürük. Burada qum kisəciyi görürük. Sonra kürəcik görürük burada da. Yine top görürük, topu atıb tutma görürük. 1-1-3-də top, 1-1-2-də ip üzərindən tullanmaydım. İki ayağı üzərində sağ və sola tullanma. Burada dedik ki, 3-4 metr məsafəyə qaçmaq sadə fiziki hərəkətlər. Dedik bu 1-1-1-də idi. 1-1-1. Gəldik müəllimələr 1-1-4. 1-1-4 inteqrasiya xarakteri daşıyır. Yəni biz bunu səhv salmamalıyıq. İndi keçəcəm sizə. Bəlkə müəlliməm bir səsi açmışdı. Siz belə estetik yaradıcı inkişaf sahəsində məsələn buradakını fərqləndirə bilirsiniz? Deyəsən bu 3 dənə xı olan müəllimə idi səsi açan. Məsələn, Bəli, müəllimə. fərqləndirə bilirsiniz müəllimə məsələn 1-1-4-lə estetikdəki məsələn o qələm tutma ilə ikisini. Yox, müəllimə, yox. Ona görə mən dərindən izah edirəm ki, sabahlar sizə bu düşəndə siz bunu fiziki götürəsiniz. Amma götürüb tez karandaş gördüm, nə bilim plastilin gördüm, yapma gördüm, qaçım tez götürüm tutalım estetik götürüm yox. Sizə inkişaf sahəsindən düşəcək ha, %100. Üçüncü inkişaf sahəmiz estetik yaradıcı inkişaf sahəsindən düşəcək. Siz onu götürəsiniz fizikidə. Amma mənaları var, fərqlidir. Əməyin növlərinin mənaları var, əməyin növlərindən bir dənəsinin. Amma bunun da məna. Bax bu əsasdır, bu da çaşdırıcıdır. İndi fizikiyə də gedərəm. Amma fizikini keçən olsun inteqrasiya eləyəcəm. Müəllimə, siz demək istəyirsiniz ki, sırf 1-1-4-dən olan elə bir ki, alt standartlar estetikdən verilir. Başqa bir Yox, estetikdən verilmir. Fizikidir bu. Fizikidir, fiziki. Fizik 1-1-4 demək əlaqələndirmə, yəni sırf estetikdən əlaqələndirilir. Yox, çaşdırıcı məqam nədir? Bu 1-1-4 fizikidir. Bu olduğu kim yerində qalır. Amma sizə nə demək istəyirəm? Tutalım, gördünüz testdə plastilini nə bilim neynir. Əgər plastil nəsə yaradıb qurursa da, nəsə bir estetik bir gözəllik görürsünüzsə də biz onu götürürük estetik. Amma bu barmaq əl əzələlərinin inkişafıdırsa da biz onu fiziki götürürük. 1-1-4-də. Kiçik motor Plastilindən tutaq ki, müəllim, nəsə belə hazırlayırsa, biz onu estetik götürürük də. Amma belə barmaq, kiçik motor barmaqlarının inkişafını deyəndə, yəni o zat fizikini götürürük. İndi bunun testlərdə də sizə yəni dərinliklə öyrədəcəm. Yəni tutam deyir konturdan kənara çıxmadan rəngləyir, nə bilim şəkil çəkir. Yəni hər ikisində görürük. Estetikdə də görəsiz. Amma fərqləndirəcək də hələ estetikə gəlməmişik. Sadəcə deyirəm ki, tələsməyin də, yəni səbirli olun. Mən bunu ardıcıl öyrətdikcə mən sizə izah eləyəcəm. Bax bu fizikinindir, amma inteqrasiya xarakteri daşıyır. Deməli, gəlin indi bunu izah eləyin. 1-1-4. Əlində tutduğu əşyalardan karandaş, top, oyuncaqdan təyinatına görə istifadə edir. Bu oldu bizim 1-2 yaşımız. Amma əşyanı, karandaş, plastilin, top və oyuncaqları, yəni bax burada uşağın fiziki cəhətdən motorikasının inkişafına xidmət edirsə, bu bizim fiziki inkişaf sahəmiz kimi götürür. Yox, əgər orada səliqəli boyuyursa da və yaxud da ki, nəsə sürətli şəkildə çəkirsə də, belə indi görəcəyik də estetikdə. Yəni o estetikə götürürük. O fərqlidir də, yəni bu kiçik motor görürük burada, o tərəfdə başqa şey görəcəyik. Bu da izah eləyim də. Müəllimə, mən sizi başa düşdüm. Orada bir dənə mən test, indi istəsəz qrupada ataram, onun izahını verərsiniz də. Bax, məsələn, uşaq həyətdə paltar asır. Bu, elə bir ki, çox adam bunu özünə xidmət kimi götürdü, fiziki inkişaf götürdü. Amma əslində, elə bir ki, onu məişət götürdülər, estetikdən əlaqələndirdilər. Yəni, uşaq həyətdə paltarları asır. Bu, özünə xidmətdir. Yəni, biz onu belə başa düşdük ki, yəni, bu götürür əl hərəkətlərin inkişaf elətdir, amma əslində elə deyilmiş. O estetikdən verildiyinə görə asır. Özünə xidmət kimi götürdüyünə estetik götürdüyünə. Yox.
izah eləyəcəm müəllimə. Onu mənə atarsınız şəxsidə. Sonra bu ekrana qoyaram, oradan onu bir yerdə oxuyaq, təhlil eləyərik. Çünki hələ biz o testləri gəlib çıxmamışıq. Testləri işləyəndə onu da izah eləyəcəm. İndi müəllimələr, burada görürük ki, bax bu 3 estetik yaradıcı inkişaf sahəmiz, bu bizim 3-cü inkişaf sahəmizdir. Qoy belə izah eləyim də müəllimələr. Bax bu 2 idraki inkişaf sahəmizdir. Bir də ki, fiziki inkişafdır, 2 idrakidir. 3 də bizim estetik yaradıcı inkişaf sahəmizdir. 3 burdadır. 4 də bizim sosial emosional inkişaf sahəmizdir. Aha. Baxın, burada deyir ki, kağız üzərində qarışıq xətlər çəkir. Yol, yağış, ot çəkir, görürsüz, göstərir. Sadə təsvirlər çəkir. Yəni bu artıq rəsmə xidmət edir də. Verilmiş sujet əsaslı təsvirlər çəkir. Niyyət üzrə sujet üzrə sadə kompozisiya, rəsm etmə var burada. Savad təliminə hazırlıq üçün elementar qrafik bacarıqların inkişafı istifadə edir. Bacarıqlarından istifadə edir. Sonra var, fərqli rəng çalarından istifadə edir, rəng çalarlarını fərqləndirir, əsas rəngləri adlandırır, görürsüz, parlaq rənglər. Yəni bunların hamısını sizə deyəcəm. Sujet görürsüz, nəsə bir şey yaradır. Sujetdən asılı olmayaraq kompozisiya qurur, nəsə bir görürsüz, burada da qurur, quraşdırma eləyir. Əl əməyi varsa biz onu %100 götürürük estetik. Nəsə müəllimələr, bura gələcəm. Tələsməyək. Sadəcə olaraq yenə izah eləmək istədim ki, hər bir standartı dərindən bilməliyik ki, o məşğələdə biz axsamayaq. Fiziki inkişafda da fiziki mədəniyyət məşğələsində axsamayaq. Məsələn, riyaziyyat məşğələmizdə də sadə riyazi təsəvvürlər gedir də. Məsələn, rəsm məşğələmizdə də axsamayaq, təsviri fəaliyyət məşğələmizdə. İndi izah edirəm. 1-1-4. Əlində tutduğu əşyalardır ki, təyinatına görə istifadə edir. Amma burada nəsə çəkmə zad görürsüz, yoxdur. Əşyanı karandaş, plastilin, top və oyuncaqlar barmaqları arasında saxlayaraq şəkil çəkmə, yapma, atıb tutma kimi hərəkətlər sadə təzədə yerinə yetirir. Amma bu barmaqları arasında görürsüz, barmaqlar arasında. Bunu görürsüz. Sonra əlində tutduğu əşyalardan. Yəni bunlar yenə kiçik motorika, əl əzəllərin inkişafına xidmət edir. Yenə var burada kiçik motor. Amma orada deyirik ki, təsvirlər. Görürsüz burada amma kiçik motor hərəkətlərini koordinasiya edir. Məsələn, şəkil çəkir, yapışdırır, quraşdırır, barmaqları saxlayır, atıb tutur. Bu estetikə, necə deyim sizə, estetikə xidmət etmir. Bu fizikiyə. Çünki kiçik motor hərəkətlərini koordinasiya edir. Artıq burada koordinasiya var. Bu da fizikin içərisindədir. Bir kiçik motor hərəkətlərini, baxın indi bu yaşa görə deyək, əldə tutduğu əşyalardan karandaş, top, oyuncaq təyinatına görə istifadə elədi. Bu birinci köplər qrupu oldu. Əlində tutduğu əşyalar. Amma əşyanın karandaş, plastilin, top barmaqlar arasında saxlayaraq şəkil çəkmə, yapma, atıb tutma kimi hərəkətlər sadə tərzdə yerinə yetirir. Burada bunları da yerinə yetir, yenə bu əşyanı barmaqlar arasında tutmaq. Görürsüz, barmağı göstərir burada. Burada əli göstərir. Yəni kiçik motorikaya xidmət edir. Bax, kiçik motorun özü verilib. Kiçik motor. Kiçik motor görürsüz. Yəni kiçik motorikaya xidmət edir, onun inkişafına. Böyük qrupada deyirik ki, kiçik motor hərəkətlərini, oyuncaqları, əşyaları barmaqlar arasında saxlama. Artıq burada əşyalar var. Atıb tutur, şəkil çəkir, yapışdırır, quraşdırır. Burada amma çəkmə, yapma, atıb tutma var. Burada görürsüz, quraşdırma orta qrupda. Koordinasiya orta qrupdadır. Koordinasiya edir. Koordinasiya görürsüz, hər orta qrupdan başlayır. Burada da var. Kiçik motor hərəkətlərini, yenə var burada əşyalar, oyuncaqlar barmaq arasında tutma, şəkil çəkmə, artıq düzür, hamarlayır, quraşdırır, hissələrə ayırır, birləşdirir. Bu artıq hissələrə ayırma, birləşdirmə biraz da mürəkkəbləşdi. Bu da bizim olur, dəqiqə müəllimələr, böyük qrupamızda. Hissələrə ayırır da var. Gəlirik 1-1-4. Kiçik motor hərəkətlərini mən sizə bunu hər dəfə təhlil etməyi verəndə bunu açar sözlərlə cədvəl şəklində hər əsas standartı verəcəm açar sözlərlə ki, yəni hansına fərqlənir. Amma yenə də belə özünüz mütaliə eləyəsiniz burada nə varsa. 1-1-4 kiçik motor hərəkətlərini şəkil çəkir. Konturdan kənara çıxmayaraq rəngləyir. Bu da yenə kiçik motorikaya, yəni uşaq hazırlayır da yazıya deyək ki.
Kiçik müəyyən rənglər əl əzələlərini möhkəmləndirir. Verilmiş materialı, əşyanı hissələrə ayırır, birləşdirir, kəsir, yapışır, quraşdırır, koordinasiya edir. Koordinasiya edir. Barmaqlar gördük, kiçik motor, yəni kiçik motorkanın inkişafına xidmət elədi 1-1-4. Həm də inteqrasiya xarakteri daşıdır. İndi bura kimi dedim, sual-cavab eləyəcəm sizi. Bir də yenə mən bura qayıdıram. Görürsünüz, burada çəkir, qurur. Bu görürsünüz, koordinasiya yoxdur. Baxırsınız mərmilər. Barmaq yoxdur. Kiçik motor yoxdur. Varsa deyin mərmələr. Bu oldu bizim estetik yaradıcı inkişaf sahəsinə. Gördünüz mərmələr. Estetik yaradıcı inkişaf sahəsinə xidmət elədi, o birisi fizikiyə. Barmaqlar var da, barmaq var orada, fiziki inkişafdır. İndi baxırıq. 1-1-1 dedik oldu bizim fiziki hərəkətlər. İndi sual-cavab eləyəcəm sizə. Fiziki hərəkətləri yerinə yetirmə. Sonra dedik ki, komanda var idi, komanda uyğun fiziki hərəkətləri yerinə yetirmə. Skamyanın üstündən sürünmə buradaydı. Sonra dedik ki, müvazinəti saxlayaraq geriş qaçış burada görürük. Amma əsas hərəki keyfiyyətlər, çeviklik, elastik, sürət, güc. Bunu da görürük burada. Çünki uşaq qaçırıq edir, bunu görürük burada sadəcə olaraq. Əsas hərəki keyfiyyətlər məktəbə hazırlıqda görürük. Bir də burada məhdudlaşdırılmış səd üzərindən. Bunu da görsək məktəbə hazırlıqda. Komandaya uyğun başlayır böyük qrupadan. Gimnastik skamya başlayır orta qrupada. Sadə fiziki hərəkətlər yerinə yetirir. 3-4 metr məsafə görürsə birinci köprülər qrupu. Burada da belə gördüksə ki, yəni sadə fiziki hərəkətləri dırmanma, sürmə, bir-birinə topu atıb tutma ilə müvazinətini saxlama oldu ikinci köprülər qrupundan. Dedik 1-1-2 ip üzərində tullanma idi. Burada ancaq tullanma görəsiz. Bir də böyüklərin köməyi ilə pilləkənləri qalxır düşür. Bu da ip üzərində tullanmanın varisti idi. Sonra top gördük 1-1-3-də əsas ancaq top görürük burada. 1-1-4-də dedik ki, kiçik motorikanın inkişafına xidmətlər, yəni fizikiyə. Yəni burada biz quraşdırmadır, yapmadır, belə qəbul tiplidir ha, müəllimələr. Qəbulda bunu görüb çox adam götürür estetik. Deyirlər, niyə ki, burada var idi, axı karandaş var idi, burada yapma var idi. Amma burada axı dövlət bizə veribdi, yəni bizə Təhsil Naziri veribdi ki, ərində var burada sözü. Kiçik motor var, koordinasiya var. Sonra barmaqlar arası saxlama var. Bu da 1-1-4-də idi. İndi müəllimələr sizə sual-cavab edirəm. Bir-bir soruşacağam sizdən. Müəllimələr 1-1-1. İndi Leyla müəllimə 1-1-1-in içərisindəki məzmun deyən gün nədən bəhs edirdi? Səs aça bilirsiniz Leyla müəllimə? Leyla müəllimə. Leyla müəllimə səs aça bilmir deyəsən. Səsin üzərindən basanda açılır. Məndə burada görsənmir. Burada məndə görsənmir. Amma deyir burada baxın bunun üzərindən basanda açılır səs. Bunu belə bağlayanda bax mən səsim getdi. Bunu açanda səs açılır. Buradan açırsınız. Yaxşı. Ondan Sunay müəllimə. 1-1-1. Məzmunu mənə izah edin nə idi orada? Oradasın Sunay müəllimə. Bəli müəllimə, buradayım 2 dəqiqə gözləyin. Allah saxlasın. Çox sağ olun müəllimə. Deməli müəllimə 1-1 standart. Əsasən 1-2 yaş uşaqları əhatə edən standartdır. Deməli 1-2 yaşda əsasən sadə fiziki hərəkətlər yerinə yetirməyi, 3-4 metr məsafədən qaçmaq və ya maneələri dəf etmək yox. Maneələri yerinə yetirmək. Bu 1-2 yaş. Yan keçir. Sonra 1-1-2 standartı var idi ki, burada əsasən uşaqlar böyüklərin köməyi ilə müəyyən qədər onların köməyi ilə maneələri dəf eləyir. Yəni onların köməyi ilə pilləkənləri qalxmaq və yaxud da pilləkənləri enmək. Sonra 1-1-3 gəlir. Burada da müəllimə elədir ki, yenə böyüklərin köməyi ilə topu Top var, bəli. Top var, amma topu böyük köməyi yoxdur burada. Amma top var. Topu döşəmə üzərində diyirlətmək. Bir də 1-1-4 burada da artıq uşaqlara əlindən tutaraq əşyaları, məsələn, karandaş, sonra plastilin, sonra nə var idi müəllimə? Plastilinlə nəysə
ondan istifadə etmə qaydalarını öyrətmək. Yəni Bəli, o bəli, doğrudur müəllimə. İndi sizə bir dənə də mən əlavə edirəm, amma o birisi müəllimələrdən də soruşacağam indi. Çox qəşəng yadda. Bax görürsüz müəllimə, mən bunu dərindən izah elədim. Siz də onu mənə qaytara bildiniz. Mən onu izah eləməsəm, onu mənə qaytara bilməz. Ona görə mən verdiyimi sizdən almağa çalışacağam. Amma dərsin içərisində sual-cavab edirəm. Gələn dərs amma yenə də sual-cavab eləyəcəm, ümumi sual-cavab. Müəllimələr, bir də sizə bunu əlavə edeyim. Bizim məşğələlərimiz var. Bax bu bizim körpələr qrupumuz gedir. Общий körpələr qrupu 1-2-3 yaş. Buradakı məşğələlər baxın, hərəkətlərin inkişafı 1-2-3 yaşdadır. Hərəkətlərin inkişafı. Amma çünki sadə, yəni bizim 1-2-3 yaş körpələr qrupunda, yəni daha sadə şəkildədir məşğələmiz. Amma 3-4, 4-5, 5-6 yaşda olur fiziki mədəniyyət məşğələsi. Bu olur fiziki mədəniyyət məşğələsi, yaş dəyişəndə, yəni adda dəyişir, mürəkkəbləşir. Fiziki mədəniyyət məşğələsi 3-4, 4-5, 5-6-dır. Hərəkətlərin inkişafı məşğələsi 1-2-3 yaşdadır. Müəllimələr, bu qəbulda düşə bilir. İndi mən sizə bunu hardan nəyə istinad olaraqdan da göstərəcəm sizə müəllimələr. Bax bu cədvəl sizə onsuz da verəcəm öyrənməyə. Hələ ki yox. Tamam standartları bilə sonra. Baxın burada görürsüz hərəkətlərin inkişafı. Asan dillə. 1-2 körpələr qrupunda adı hərəkətlərin inkişafı həftədə 2 dəfədir. Baxırsınız 2-3 yaşında hərəkətlərin inkişafı. Gördünüz nə demək istəyirəm? Adı belədir. Amma yəni yenə də fiziki inkişaf sağlamlıq təhlükəsizliyə də, yəni o standarta fiziki hərəkətlərin yerinə yetir əsas standartına, yəni riayət edir burada. Bunun içərisindən çıxır. Bir əsas standartımızdan çıxır bu məşğələ. Baxın, burada deyirik ki, 3-4 yaşda artıq oldu fiziki mədəniyyət. Hərəkətlərin inkişafı deyil, fiziki, amma mənası eynidir. Sadəcə olaraq körpələr qrupunda daha sadədir. Baxın, sensor tərbiyə. Bu da riyaziyyat məşğələmizin, yəni riyaziyyat məşğələmiz gedir, amma adı sensor tərbiyədir. Çünki daha sadə şəkildədir. Amma burada görəcəyik ki, riyaziyyat məşğələsi məntiqi riyazi təfəkkürün inkişafı 3-4 yaşdadır, məntiqi riyazi təfəkkürün inkişafı yenə 3-4-5 yaşdadır, məntiqi riyazi təfəkkürün inkişafı 5-6 yaşdadır. Məncə daha aydın oldu. Bunu sizə hər standartda keçdikcə deyəcəm. Çünki biz məşğələlər keçəndə də yenə bura qayıdacağıq. Gəldik müəllimələr, yəni fiziki mədəni, indi bir-biri sizə keçdim mən. Dəqiqə. Aydın oldu müəllimələr. Məncə aydın oldu. Buradaydı. Burada da elə. Aha. Gördünüz müəllimələr, bax bu əsas standartdan hərəkətlərin inkişafı 1-2-3 yaş, bir də fiziki mədəniyyət məşğələsi çıxdı. Yəni buradan götürürük məşğələmizi. Yəni indi sizə fiziki mədəniyyət məşğələsində keçəndə məşğələlər bütün müəllimlərə çətin gəlir. Baxmayaraq ki, biz onu tədris edirik, amma çətin gəlir. Onlar keçəndə sizə su kimi gələcək. Çünki standartları bilirik. İndi sual-cavab eləyirəm bayaqları. Leyla müəllimə, səsi aça bilirsiniz? Hələ aça bilmirsiniz. Onda bir dəqiqə adınıza baxım. Üzrü sayın. Burada 4 dənə olan müəllimənin adını tədəf unuduram. Bəli, müəllimə böyük xanım. Hə, üzrü sayın. Müəllimə müəllimə evdə yoxdur, yəni bəlkə də ona görə aça bilmir, başqa yerdədir o. Amma gələndə ondan da soruşacağam. Diqqətlə qulaq asır yəqin ki. Bəli, bəli, dinləyir, qulaq asır. Dinləsin. Sonra kayda qulaq asmaq o effektli deyil. Özüm də hazırlaşıb görmüşəm. Amma yerində öyrənəndə yerində öyrənməyə çalışın həmişə. O daha effektivdir. Amma sual-cavab gələndə sənə eləyəcəm. İndi müəllimə sizdən soruşuram. Böyük xanım müəllimə, yadımda qalsın. Müəllimə, indi siz də bizə 1-1-1-in, 1-1-2-nin, 1-1-3, 1-1-4-ün məzmununu bizə izah edin ki, nə deməkdir orada. Yaşa görə, istəsəz yaşa görə eləyin. Amma hələ bilirəm ki, mürəkkəb gəlir. Sadəcə məzmunu soruşacağam sizdən. Yox müəllimə, yəni başa sala bilməyəcəm. Elə bilirəm ki, 1-1-1 fiziki inkişafdır, sağlamlıq. Onları gərək mən oxuyam ki, yadımda qalsın. Çünki çox qarışdırdım, anlaya bilmirdim. Bax, indi yenə deyirəm. Bax, burada sadə fiziki hərəkətlər görürsə də, məsələn, bax, yeriş, qaçışda, məsələn, çeviklik, elastiklik, sürət, güc, məhdudlaşmış sədd üzərində yeriş, qaçışdır, sürünmə, dırmanmadır, gimnastik skamyanın üstünə sürünmə. Bax, bunları görürsə, topu hədəfə atma görürsə də, bu olur bizim 1-1-1. 3 dənə də 1-1-1. 3 dənə. Bax, bu. Bunun məzmunudur.
Əsas məzmununu bilsəsə qəbulda var ha. Nə düşsün orada siz heç cürə yəni bax bu standartları biləndən sonra sizdə %50+ hazırdır. Çünki bütün mövzuları dərindən biləsiniz. Özəkdə axı bu. Sonra gəldik baxın 1-1-2. Bunu yadda saxlayın ip üzərinə tullanma. İndi sizdən soruşacağam. Səs açıq qalsın, izah edeyim sonra sizdən soruşacağam. Bax bu ip üzərinə tullanma. Məsələn, bir də pilləkəndən qalxıb düşmə. Pilləkənlə göylərin köməklə qalxıb düşür. Bir də sağ-sol ayağı üzərində irəliyə doğru tullanır. Bunu görürsə də tullanma, ancaq tullanma görürük. Burada ip üzərində tullanma görürsə də ki, olur bu bizdə 1-1-2. 1-1-3 ancaq topdur. Topu hədəfə atma. Burada qum kisəciyi yoxdur. Burada amma qum kisəciyi də var. Qum kisəciyi və topu hədəfə atma buradadır 1-1-1-də. Amma burada təkcə topdur. Top məzmun topdursa 1-1-3-dür təkcə. Burada ipdirsə də tullanmazsa təkcə 1-1-2-dədir. 1-1-4-də də kiçik motorik. Müəllimələr kiçik motorika var, bir də böyük motorika. Kiçik motorika nədir? Bizim Əllərimiz. Ay sağ bu necə deyim sizə gövdə var, gövdəmizdən yuxarısı kiçik motorikadır. Gövdədən aşağı Böyük motorika. ay sağ olun. O aşağı böyük motorika. Ayaqlarımız gedir böyük motorika. Bu gövdədən yuxarı əllərimiz, barmaqlarımız, qollarımız bunlar oldu kiçik motorika. Yəni əllərimiz, barmaqlarımız kiçik motorika. Əsas əllərdir. Barmaqlar bu kiçik motorika getdi. Amma ayaqlar zadı görürsə bu da olur bizim böyük motorika. Bax burada deyir görürsüz kiçik motor, kiçik motor, kiçik motor, yəni barmaq əzələrinin inkişafı gedir. Yəni hər xırdalığı ilə kiçik motorikanın çox rast gələcək. Ona görə indidən izah edirəm. Bəlkə də bilir bütün müəllimələr. İndi müəllimə bax bu kiçik motorikaya görürsüzsə də, yəni bu barmaq əzələrinin inkişafı, kiçik motor hərəkətləri koordinasiyasını görürsə də, bu da olur 1-1-4. İndi məncə aydın oldu. İndi siz mənə izah edin 1-1-1, 1-1-2, 1-1-3, 1-1-4. Elə bir şey mənimlə 1-1-1 oldu, sadə hərəkətləri yerinə yetirir, qaçır, tullanır, topu hədəfə atır. Bir də 3-4 metr məsafə görsəz bu 1-1-1. Aha. Hə. Sonra 1-1-2 oldu, ip üzərindən tullanma. Aha. Əsas burada Sonra tullanmaydı. Ay sağ olun, tullanma, ip üzərindən tullanma. Bir də 1-1-3 oldu da topu hədəfə atmaq kiçik motorika dediniz də. Yox, təkcə 1-1-4 oldu top. Kiçik motorika da 1-1-4. Hə, necə 1-1-3 oldu topu hədəfə atmaq. Bəs 1-1-4. Aha, oldu. Nə oldu 1-1-4? Kiçik motorika. Kiçik motorika, hə. Ay sağ olun. İndi başa düşdünüz müəllimə. Bunu oxumazda deyirəm qoy dərsin içində öyrənin. Həm də mən bilirəm ki, işləyən müəllimələrsə istəmirəm sizə evdə çoxlu yük qalsın da. Yəni onu oturum oxuyum, amma bilirəm ki, çətin olur. Amma o görə hazır bu 2 saatın içərisində mən sizə bunu daha dərindən öyrədim. Bir də müəllimlər, dərsimiz hətta 3 dəfədir. El olacaq 4 dəfə eləyəcəm, el olacaq 5 dəfə eləyəcəm. Yəni nə qədər çatsaq o qədər eləyəcəm, yəni bacardığım qədər vaxt çatıca artıracağam. Çox sağ olun müəllimə. Gördünüz indi aydın oldu. Bu da bizim hansı məşğələmizdir? Fiziki inkişaf. 1-1 əsas standartımızdan fiziki inkişaf fiziki mədəniyyət məşğələmiz Aysun. Fiziki mədəniyyət məşğələmizdir bu. Buradan çıxır bu standartlardan. Əla müəllimə. İndi Sunay müəllimə cavab verdim bilmirəm. Verdi deyəsən. Xəccə müəllimə verdi. Sunay müəllimə cavab verdiniz? Bəli, müəllimə verdim. Xəccə müəllimə cavab verdinmi? İndi ikinciyə keçirik. İkinci yenə soruşacağam. Xəccə müəllimə cavab verdiniz? Yox müəllimə, bu standart mənim ən yaralı yerimdir. Görürsüz. Aha, amma indi soruşacağam sizdən. Baxın. İndi siz də mənə məzmunu izah edin. Yaşa görə yox. Yaşa görə sonra qəşəng-qəşəng öyrənəcəyik. Çünki yaş əsasdır. Baxın, bu bizim nə əsas standartımız oldu gördünüz? Bu inkişaf sahəmizdir. 4 inkişaf sahəmiz var. Yenə izah edirəm. Fiziki inkişaf, sağlamlıq, təhlükəsizlik, idraki inkişaf, estetik inkişaf, bir də sosial-emosional inkişaf. Bütün nəzəriyyələr də bu inkişaf sahələrinə əlaqədardır. Bütün məşğələlər nə keçsək hamısı inkişaf sahəsinin içindən görəcəyik. Hamısını inkişaf sahəsinə inteqrasiya edəcək. Sadəcə o uyğunlaşdırma var ha. Eləyəcək onu. Elə qəşəng öyrənəsiniz ki, inteqrasiya edəcək. Ümumiyyətlə bilirəm ki, sadə 1, 2, 2, 3 yaşlara aiddir. Ondan ayına ucu mürəkkəbləşir də. Onu da belə götürürüm açar olaraq. İndi müəllimə, bax bu 1-1-1, yenə deyirəm sizdə, bax siz də diqqətlə bax bu 3 dənə 1 oldu bizim sadə fiziki hərəkətlər, geriş, qaçış, sonra dedik ki, əsas hərəki keyfiyyətlər. Bax bu verilə bilər, için açması verilməyə bilər. Əsas hərəki keyfiyyət nə deməkdir? Çevik, elastiklik, sürət, güc. Ona görə bunun için o qədər dərindən öyrənməliyik ki, orada bir dənə cümlə belə düşsə, orada çaşıb qalmayasın. Mən onu istəyirəm.
Sonra deyirik ki, baxın, görsəz ki, gimnastik skamyanın üstünə sürünmə zat, bir də topu hədəfə atma, topu kürəciyi hədəfə atma, görürsüz. Bir də hərəkəti, məsələn, qaçışı, yerişi koordinasiya komandadır. Burada da koordinasiya var idi. Hardaydı bu? Dəqiqə, müvazinət saxlama idi. Komanda yox, komanda yoxun yerinə yetirmə var. Komanda yoxun yerinə yetirmə görürsünüzsə də, bu da oldu bizim böyük qrupamızda. Yəni sadə fiziki hərəkətlər, 3-4 metr məsafəyə qaçma, qaçış yeriş oldu 1-1-1. 1-1-2 oldu bizim ip üzərinə tullanma, 1-1-2. Məzmunu soruşacağam gəldilər sizdən. 1-1-3 ancaq top görürük. 1-1-4 ancaq kiçik motor görürük. Kiçik motorkanın inkişafı. İndi siz mənə izah eləyin. 1-1-1 dedik ki, sadə fiziki hərəkətlər, yeriş, qaçış, sonra dedik ki, çeviklik, elastiklik, nə bilim, məhdudlaşmış sədd üzərindən yenə yeriş, qaçış əsas görürüksə də burada götürürük 1-1-1. 3-4 metr məsafədə qaçma. Bu əsasdır ha. Bu çox vaxt düşür, yəni bu 3-4 metr məsafə siz çaşdırmaz. Bu birinci köklər qrupudur. 1-1-2 görürüksə də ancaq ipi üzərindən tullanma, böylərin köməyinə pilləkənlə qalxıb düşmə, 1-1-3 topdur, 1-1-4 də kiçik motorka. İndi siz mənə deyin bunları. 1-1-2 sadə hərəkətləri yerinə yetirir, qalxıb oturur, yanlara oturur, sərbəst yeriyir, 3-4 məsafədən qaçır. 1-1-2-də böyüklərin köməyi olur burada. Onların köməkliyi ilə oturur, qalxır, düşür, ayaqları ilə irəliyə, doğruya, ileriyə doğru. Sonra topu 1-3-3 topu döşəmə üzərində diyirləyir, vurur ayağı ilə. Topdur burada. Top varsa 1-1-3. Topdur da burada. 1-1-4 nədir? 1-1-4'te siz dediniz ki yani orada da elə bir kiçik motor bacarıqları Ay, sağ ol. işləyir. Əla. Çox xoşuma gəldi. Əla. Gördünüz müəllimlər, çox çətin deyil. Ona görə mən biz sizə az bugün ancaq çatacağıq. Çünki bir dəqiqə Kiçik motorla deyəndə müəllimə orada sırf ancaq əlində tutur, Ay, karandaşla, sonra barmaqları ilə hərəkət elətdirir. Yəni gil, qayçı, qayçıdan sağ ol. istifadə, nə bilim aplikasiya quraşdırma, yəni sırf onlar planlaşdırılır 1-1-4-də hamısı. Sadədə mürəkkəbi yəni 1-2 tutaq ki 1 yaşdan 5-6 yaşa qədər sırf 1-1-4 onlara aiddir, hə? Bəli, doğrudur. Yəni barmaq görürsə, əl görürsə də, yəni bunların inkişafına xidmət eləyirsə də, baxırıq nəyə xidmət eləyir. Fiziki inkişafına, görürsə bu fiziki inkişafdır, bu əl ərizəsinin inkişafıdır. Bu oldu fiziki inkişaf. Müəllimlər, gəlir indi 1-2-yə. İndi bunu da əsas standartlarına bərabər öyrənəsiniz. Gəlir 1-2-yə. Yaxşısı budur müəllim, elə bir bizə asan olsun deyə elə bir standart öyrənə, hə? Mən sizə söz verirəm ki, imtahana kimi çatdıracağam sizi. Yəni ki, bu 2-3 ayın içərisində bütün hər şeyi öyrədəcəm sizə. Hər bir şey, yəni bilmədiyiniz fəaliyyətdən tutmuş bütün mövzu, bilmədiyiniz nöqtə qalmayacaq. Ki orada %100 gedib 55+ toplayasınız. Amma yəni mən öyrətçi sizdə oxuyasınız da. Oxuduzsa mən oxumaqda bilirəm ən əsas. Oxuduzsa göz yaddaşına yadda qalacaq. Amma mən sizə öyrədəcəm bütün mövzuları. Ona görə amma özəl bu olduğu üçün mən sizə diqqəti ən çox bura yönəldəcəm. İndi başqa mövzulara görəsiniz ki, daha sürətli gedəcək, amma yenə baxacağam ki, mənimsə imtahansız hər hansısa müəllimə, onu mən sizə 5 dəfə, 6 dəfə olacaq, lap 10 dəfə izah edəcəm ta ki o anlayana kimi. Gəlib 1-2. Elə bil ki siz orada dediniz 1-1-4 kiçik motorikaya aiddir da. Orada elə bil ki sırf orada siz demişdiniz ki 1-2-3 bir elə bil ki 2 yaş, bir də 2-3 yaş hərəkətlərin inkişafı aiddir orada. Ay, orada 1-1-4 də orada o yaşa aiddir müəllimə. O yaşda olan hərəkətlərin inkişafına aiddir. 3-4-5, bir də 5-6-4-5 yaş fiziki mədəniyyət. O kiçik motorikanın elə bil ki o yaşına uyğun başlayır. Orada fiziki mədəniyyət. Bütün fiziki inkişafın sağlamlığına xidmət edir. Bütün bu alt standartların reallaşması bütün fiziki inkişafın fiziki inkişafa xidmət edir. Amma burada 1-1-1, 1-1-2, 1-1-3 bu əsasən, yəni bu bizdə gedir. Təkcə məsələn fiziki mədəniyyət məşğələsinə aid gedir. Ancaq burada görürsünüz belə bir şeylər var. İndi gəldik müəllimələr bura. 1-2. Məzmuna da göstər müəllimələr topdur. Biz burada formalaşdırırıq ki, iskamyadır, tullanmadır, sürüm. Bu hamısını biz fiziki mədəniyyət məşğələsində reallaşdırırıq. Amma götürək fiziki mədəniyyətdə biz nəsə şəkil zad çəkmirik axı. Nəsə, amma burada qaçma zad yoxdur axı. Gördünüz müəllimələr. Gəldi indi 1-2-yə.
1-2 gəldik masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir. Baxın, masa arxasıdır burada, məzmunca. Bir də gigiyena gördük. Masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləmək, gigiyena qaydana əməl eləmək oldu 1-2 əsas standartımız. Bunu mən bir dənə silim. Bir dəqiqə silim ki, çox yazmışam. Bir dəqiqə sayın. Çox yazmışam, istəyirəm bunları götürəm. Çünki yenə mən sizə sual cavab eləyəndə yenə altına xətt çəkəcəm əsas məqamların. Qurtardı? Yox. Daha məncə yaşları da bildiniz. Elə fikirləşirəm. Всё. İndi gəldik bura. İndi bura gəldik. 1-2. Bu da müəllimələr nədir bu? Əsas standart. Yadda saxlayın. Bu əsas standartdır. Bu inkişaf sahəsidir. Oy. Dəqiqə. İndi belə qoyacağam balaca i. Baxın, bu inkişaf sahəsidir. Mənim bir dənə PDF-imdə var müəllimələr. Tam istədiyim kimi vaxt məhdudiyyətindən alındıra bilməmişəm, yəni o qədər geniş şəkildə, amma eləmişəm. Qoyum hanı o? Tapanmasam açaram. Yadıma salarsınız, gələn dərs lab açıb göstərirəm. Yox, bu deyil. Bir dənə də özümün PDF-im var. Orada hər standart, əsas standartın üstündə mən yaşları qoymuşam. Bir də qoymuşam, məsələn, bu alt standartdır. Göz yaddaşına görə bu inkişaf sahəsidir. Bu da əsas standart. Özüm belə hazırlayıb qoymuşam. Sadəcə biraz içərisində qısaltmalar eləmişəm. Onu da atacağım. O PDF-də baxarsınız. Amma onu çıxartdırmanıza ehtiyac yoxdur. Sadəcə göz yaddaşı üçün tez-tez açıb baxa bilərsiniz. Dedik bu, indi mövzu izahından sonra o PDF-i də sizə göstərəcəm. Açacağım burada. Dedik ki, bu oldu inkişaf sahəmiz. Bu oldu əsas standart. Əsas standart. Bu da oldu bizim alt standart. Hər dəfə izah edirəm. Qulaq yaddaşı 1. İnkişaf sahəsi, bir dənə rəqəm. İnkişaf sahəsi. Bu əsas standart. Bir də müəllimələr bunun özəlində sizə açım da. Yəni bu da hamının yaralı yeri əsas standartlardır. Baxın, bu birinci yerdə dayanan inkişaf sahəsi nədir mənası? Məsələn, birinci inkişaf sahəsinin əsas standartı. Birinci əsas standartı. Bu da gedir birinci inkişaf sahəsinin, birinci əsas standartının birinci alt standartı. Gördünüz? Oxunuşu belədir. Birinci inkişaf sahəsinin birinci əsas standartının ikinci alt standartı. Birinci inkişaf sahəsinin birinci əsas standartının üçüncü alt standartı. Birinci inkişaf sahəsinin birinci əsas standartının bu da oldu dördüncü alt standartı. İndi mənim 1-2-yə baxırıq. Görürsünüz, artıq burada rəqəm dəyişir. 1-2. Burada bir-birlərə xidmət eləyirdi. Fiziki hərəkətləri yerinə yetirərək xidmət eləyirdi. Burada artıq 1-2-yə xidmət eləyirdi. Yəni görürsünüz, 1-2-1 gedir. 1-2-2. Yəni birinci inkişaf sahəsinin ikinci əsas standartının birinci alt standartı. Birinci inkişaf sahəsi. Amma görürsünüz, bir olduğu kimi qalır. Dəyişmir bir. Müəllimələr, fiziki inkişafda 1 dəyişmir. İdraki inkişafda 2 dəyişmir. Hansı əsas standart olur olsun 2 olduğu kimi qalır. Estetik inkişafda 3 dəyişmir. Necə var olduğu kimi qalır. Dördüncü inkişaf sahəsində 4 dəyişmir. Olduğu kimi qalır. O rəqəm olduğu kimi qalır müəllimələr. Gəlir indi bura. Onlar məzmun xidmət edir də, hə müəllimə? Bəli. Məzmun xəttinə xidmət edir. Yəni inkişaf sahəsinə. Baxın müəllimə, bax burada bu dedik ki, bu birinci inkişaf sahəsinin ikinci əsas standartının birinci alt standartı. Niyə belə oxuyuram sizə? Praktik şəkildə deyirəm, çünki çaşmayasınız. Yəni dəyişik salməz qarışıq. Bu 1-1 oldu. Bu 1-1-ə xidmətlədir bunun alt standartları. Elə bu ki, müəllimlər, deyək ki, bu şahdır. Bu deyək vəzirdir. Bu da nökərdir da, belə deyək. Belə məncə yadda qaldı. Və yaxud da ki, belə misal çəkim. Bu matruşka oyuncaqları var ha. Bu birincisidir. Sonra qaldırıq ikinci oyuncaq, bu da qalxdı üçüncü oyuncaq. Get-gedə balacalaşır da. Yəni get-gedə bizdə ümumidə xüsusi biz nədir? Yuxarıdan aşağı doğru ümumidə xüsusi də yəni artıq görürsüz açır da. İndi gəldik bura müəllimələr. 1-2. Nəsə qaranlıq qalmadı bax bu hissədə. Yəni əsas standart, alt standart inkişaf sahəsini biraz anlaya bildiniz məncə müəllimələr. Gəldi indi 1-2. Bu oldu əsas standartımız. Burada dedik masa arxası davranışdır. Bir də gigiyena qaydalarıdır. 1-2-1. Şəxsi gigiyena əşyalarını tanıdığını nümayiş etdirir. Daraq dəsmalı.
1, 2, 1. Bu oldu bizim birinci körpələr qrupu. 1-2 yaşın. Bu olacaq 2-3 yaş, bu 3-4, bu 4-5, bu 5-6 yaş. Bax belə, təqrib belə video yadda saxlayın. Bax burada şəxsi gigiyena əşyalarını nümayiş etdirir tanıdığını. Bayaq sizə bunu izah eləmişdim. Burada ikinci gigiyena qaydalarını artıq qaydalara əməl eləyir. Bu da olur ikinci körpələr qrupu, ilkin gigiyena qaydalarına. Burada artıq sadə gigiyena qaydaları var burada. Sadələri əsasən görürük ki, 1, 2, 3 yaşdadır, amma burada orta qrupda istisnalarımız daimi olur. Burada deyir ki, müəllimələr, sadə gigiyena qaydalarını bildiğini nümayiş etdirir 1, 2, 1-də. 1, 2, 1-də artıq burada müəyyən olunmuş gigiyena qaydaları. Bu da oldu bizim böyük qrupamızda əməl edir. Burada nümayiş etdirir, bildiyini nümayiş etdirir. Burada artıq əməl edir. Bu bayaqlarımı sizə açıqlamışdım, yəni tam açıqlama yenə də verəcəm sualcıqda. Bu oldu 1-2-1-in gigiyena, yəni ehtiyac olduqda əllərini yumaq, qurulama, öz şəxsi əşyalarından daraq, burun, dəsmal, salfetdən istifadə etmək, hiss üzvlərinə qulluq, yəni özünün hiss üzvlərinə qulluq, gözlər, burun, dil, dəri, bacarıqları nümayiş etdirir. Bu da oldu bizim məktəb hazırlıq qrupamızda, 5-6 yaş qrupamızda. Hiss üzvlərinə qulluq görürsünüzsə, müəllimələr, bu bilsiz nədir? 5-6 yaş. Gigiyena bacarıqları artıq bacarır. Burada bildiyin nümayiş, burada bacarma. Görürsünüz, bacarma daha mürəkkəb fəaliyyətimizdir. İndi onları da bilmə, bacarma, bunları daha dərin öyrənəcəyik. Deyirik ki, yəni burada oldu, birinci oldu şəxsi gigiyena əşyalarının tanıdığını nümayiş etdirir. Birinci köklər qrupu. İlkin gigiyena qaydalarını ancaq gigiyena görürsünüz, müəllimələr. Burada ancaq gigiyena görürsünüzsə də bu 2-1-2-1-dir. Ancaq gigiyena. İkinci gigiyena görürsünüz məzmuna görə seçilir ad standartlar. Çox müəllimə, ay Allah nə boydadır, bu necə öyrənə bu ad standartlar. Amma görürsünüz məzmuna görə dəyişir. Əslində çox asandır. Çox asandır, hədsiz dərəcədə. İkinci gigiyena qaydalarına daraq dəsmal, burun dəsmalına istifadə etmə əməl edir. Bu oldu ikinci köklər qrupu. Sadə gigiyena qaydalarını sabundan düzgün istifadə etmə, əlini, üzünü, qulağını yuma və qurulamaq, daraq, burun dəsmalı və ya salfetdən istifadə etmə artıq burada daha da genişləndi. Burada salfet də var burada müəllimələr. Salfet. Sonra burada var üzü, qulağı, əlini qurulamaq, yumaq. Bunlar da oldu orta qrupda. Sabunu biz niyə müəllimlər sizcə? İndi elə belə sual verirəm, amma özüm cavablayacağam. Məsələn, sizcə niyə bu 1, 2, 3 yaşda yoxdur? Çünki uşaq bilməyə bilər, sabunu yeyə bilər, gözünə vura bilər, uşağı ayışdıra bilər. Yəni uşaq burada hələ o qədər də idraki inkişaf eləmir. Çünki körpədir, hələ bəbədir burada, körpədir. Amma burada artıq sabun var. Sabundan düzgün istifadə etmək, əlini, üzünü, qulağını yuma, qurulama, burun dəsmalı, salfet. Salfet görürsünüzsə olur orta qrup. Bir də dedik ki, burada sabun anlayışı orta qrupdan. Görürsünüz müəllimələr, biz həmişə görürük ki, ilkin bir çox fəaliyyətlər orta qrupdadır. Orta qrupu da seçmək asandır, körpələr qrupunda, böyük qrupu da nisbətən seçmək asandır, məktəbə hazırlıq qrupasını lap çox asandır seçmək. Deməli, müəllimələr, gəldik bura. Bir də müəllimələr, konturdan kənara çıxmaq var ha. Çıxmayaraq rəngləmə. Bunu da götürürük məktəb hazırlıq. Görürsünüz, məktəb hazırlıq daha hədəf məktəb hazırlıq. İp məktəb hazırlıq daha asandır. Sonra əsas hərəki keyfiyyətlər. Çeviklik, elastiklik, güc. Bu da oldu məktəb hazırlıq. Aha. İndi gəldik burada da deyirik ki, hiss üzvlərinə qulluq məktəb hazırlıq. Hiss üzvlərinə qulluq harda oldu? 1, 2, 1. İndi gəlirik müəllimələr. 1, 2, 2. 1, 2, 2. Qaşıq və fincandan istifadə edir. Bu oldu bizim ikinci ad standartımız. Masa arxasında yemək dərsində müstəqil istifadə edir. Bu oldu bizim. Bax, burada masa görürsünüz. Olur bu, deməli, bax, bu əsas standart var. Masa arxasında davranışı, ümumi qaydalar əsasında tənzimi, gigiyena. Gigiyena oldu bizim 1, 2, 1. Masa oldu bizim bu 1, 2, 2. Qaşıq və fincandan istifadə edir. Harda? Masada istifadə edir də, oturur, yemək yeyir. Masa arxasında yemək dərsindən müstəqil istifadə edir. Artıq bu qaşıq, fincan, qaşıq görürsə körpələr qrupudur. Çəngəl görürsə də, çəngəl artıq oldu böyük qrupa. Qaşıq görürsə körpələr qrupunda, yəni qaşıq veririk 1-2 yaşda. Masa arxasında yemək dərsindən müstəqil istifadə görsə 2-3 yaş.
Masa arxasında ümumi qaydalara artıq əməl eləyirsə də, qaşıqdan istifadə, ağzını, əllərini salfetlə silmə. Müəllimələr, salfet gördünüz, gigiyenada da salfet orta qrupuydu. Burada da masa arxasında salfet orta qrupdadır. Gəlir indi müəllimlər, masa arxasında mədəni davranış qaydalarına çəngəldən sərbəst istifadə etmək. Artıq səliqəli yemə. Hələ deyirik üst başını səliqəyə salma, onu da keçəcək. Səliqəli yemə. Görürsə də artıq burada səliqəli yeyirsə nə olur müəllimələr? Olur 1-2-2-də. Böyük qrupda. Sonra gəldi ki, mədəni davranış. Mədəni davranışda oldu böyük qrupda, amma ümumi qaydalara əməl edirsə də olur bizim bu orta qrupda. Masa arxasında süfrə mədəniyyətinə yiyələndiyi nümayiş etdirir. Artıq süfrə mədəniyyəti var. Harda oldu? Məktəb hazırlıqda. Mədəni davranış harda oldu? Böyük qrupda. Çəngəl harda oldu? Böyük qrupda. Amma masa arxasında ümumi qaydalara əməl edir deyirsə də, salfet deyirsə də salfet deyirsə harda oldu? Böyük orta qrupda. Burada artıq yemək dərsində müstəqil istifadə, ikinci köklər qrupu. Müstəqil sözün bir çox yerdə görülür. Bu da istisna halı təşkil edir. Gəldi 1-2-3. 1-2-2 nə oldu müəllimələr masa arxasında? Qaydalar. Anı bizim adı. Masa arxasında davranışın ümumi qaydası tənzimli. Görürsünüz, masa arxasında qaydalar var burada. Baxın, ümumi qaydalar. Gördünüz, masa arxasında. Yəni ki, müəllimələr, əsas standartın açması alt standartdır. Bax, belə yadda saxlayın. Gəldi 1-2-3. Böyüklərin nəzarəti altında, müəllimələr, yəqin ki, biz bu günləri fiziki inkişaf tamamlayacağıq. Çatacaq idraki inkişafında bir dənə, yəni əsas standartını izah eləyəcəm. Çatacaq, bax çatacaq. 1-2-1-2-3. Böyüklərin nəzarəti altında əllərini sabunla yuyur, burun dəsmalından istifadə edir. Əllərini sabunla yuyur, burun dəsmalına. Bu 1-2-3-dür. Burada artıq birinci körpülər qrupunda var. Amma böyüklərin köməyi var. Burada yoxdur amma, gigiyenada yoxdur. Gigiyenik cəhətə qulluq eləyirsə də, sabundan düzgün istifadə varsa olur orta qrupda. Burada artıq böyüklərin nəzarəti altında əllərini yuyur, burun dəsmalı. Amma böyüklərin nəzarəti varsa bu olur kiçik qrupda. Böyüklərin nəzarəti altında əllərini sabun, salfetdən burundan istifadə edir. Bu oldu 1-2-3. Sadə özünə xidmət bacarıqları, özünə xidmət əməyi də, əməyi yox, özünə xidmət bacarıqları burada olur müəllimələr fiziki. Özünə xidmət əməyi əgər uşağın fiziki inkişafına xidmət eləyirsə də bu olur bizim fiziki inkişafa aid olur. Bir də var özünə xidmət əməyi, onu da keçəcək, o da estetikdə də var. Deyirik ki, deməli, əsasən özünə xidmət gedir fizikidə, 3 dənə o birisi əmək, əl əməyi, təbiətdə əməkdir, məişət təsərrüfat əməyi, bu da gedir estetikdə. İndi ona aid testlərim də var. Gəldik 1-2-3. Amma testləri müəllimələr tamamilə standartlar inkişaf sahələrini qurtarandan sonra testləri verəcək. Bir özümüz işləyəcəyik, sizə izah edəcəm testləri. Yəni birazdan işləyəcəyik də, işləmə texnikalarını, sonra keçəcək testlərin özünü atacam, işləyəsiniz. Amma yenə də səhvlərinizi müzakirə eləyəcək dərsin əvvəlindən və yaxud da axırda eləyərik. Gəldik 1-2-3. Deyir ki, böyüklərin nəzarəti altında, yenə böyüklərin nəzarəti altında sabundur burada, özünə xidmət. Oldu bu 1-2-3-də. 1-2-3-də sadə özünə xidmət bacarıqlarını, əllərini özü yuyur, sərbəst şəkildə, soyunur, geyinir. Bu fəaliyyətdə ardıcıllıq, ayaqqabı bağını açıb bağlama, paltarını düymələmə, müəllimə, bu elə yenə də bu fiziki inkişafa xidmət edir. Çünki açıb bağlamadır, paltarını düymə, bu da kiçik motorikanın inkişafıdır. Sonra da özünə xidmət vərdişlərinin səliqə və tez soyunub, geyinib, paltarlarını səliqə ilə dolaba yığır, öz paltarlarını səliqə ilə dolaba yığır, yatağını səliqəyə salır. Bu da oldu yenə böyük qrupda. Sərbəst şəkildə özünə xidmət vərdişlərini, paltarlarını səliqə ilə yığır, sərbəst şəkildə artıq bacarırsa məktəb hazırlıqdır. Burada isə özünə xidmət vərdişlərini səliqə ilə. Bu oldu böyük qrupda. Bir də bir də burada var idi ki, bu da var. Müəllimə, səliqəli yemə 1-2-2-nin böyük qrupbasıdır. Belə get-gedə müqayisəli şəkildə öyrənəsiniz. 1-2-3-də də deyirik səliqə ilə salır yatağını. Yatağını səliqəyə salır. Oldu. Burada da böyük qrupba. Səliqəli yemək oldu 1-2-2. Yemək, masa. Oldu 1-2-2. 1-2-3. Sərbəst şəkildə özünə xidmət vərdişlərini, paltarlarını səliqə ilə yığır. Müstəqil şəkildə xarici görkəmli olan səliqəsi aşkar edib, onu aradan qaldırıb nümayiş etdir. Bu oldu 1-2-3-ün məktəbə hazırlığı. Müstəqil şəkildə artıq görkəmindəki səliqəsi aşkar onu aradan qaldırır. Paltarını səliqə ilə yığır. Bu oldu 1-2-3-ün məktəbə hazırlığı.
Deməli gəlirik müəllimə, bir dənə bu estetika da gəlib baxaq. Gələk burada müəllimələr, əmək burada 3-2-də olur. Mhm. Bir də burada baxaq bu oyuncaqlar səliqə, bunlar başqadır. Bir dəqiqə. Növbətçilik bir başqa. Baxırıq bura. Böylənin köməyi ilə soyunub geyinir. Böyle nəzarət altında geyinir, soyunur, paltarlarını, ayaqqabılarını yerinə qoyur. Burada əməyə aiddir. Burada görürsüz, böylənin köməyi ilə nəsə bunları yerinə yetirir, amma sabun zad yoxdur da, yəni sağlamlıq yoxdur burada. Sadəcə soyunur, geyinir, yuma yoxdur, görürsüz, əliniz adını yuma. Əliniz adını yuma, sabunla yumadır, bu artıq gedir şeyə, fizkidə. Yəni o gigiyenaya xidmət eləyir. Burada əməyə xidmət eləyir, orada gigiyenaya. Sadə əmək tapşırıqlarını, özünə xidmət, burada görürsüz, əmək kompleks şəkildə verilibdir. Özünə xidmət, təbiətdə əmək, təsərrüfat, məişət əmək, görürsüz kompleks. Fərdi qayda əməyin növlərini üzrə özünə, burada da kompleks görürsüz. Burada deyir fərdi kollegiya ilə özünə xidmət, təbiətdə əl əməyi, burada görürsüz kompleks şəkildə verilibdir. Bu da qrup potanı səliqəyə salmazat bu oldu məişət təsərrüfat əməyi. Təbiət köşəsində dəqiqə bölən köməyi ilə masa yeməkdə dəstə düzmə. Bu da yəni estetikliyə gəlir. Əgər təbiətdə nəsə bir fəaliyyət yerinə yetirsə, bu təbiət əməyi olur. Görürsünüz müəllimələr, burada burun, dəsmal, salfet yoxdur. Amma bir də kompleks əməklər var da, yəni belə aid eləyəsiniz qəbulda da. Amma burada müəllimələr, burada sadə özünə xidmət açıqlamasını verir. Sabunla yuyur, burun dəsmalı idi, nə bilim belə elə hamısında oy kompüter, bir dəqiqə müəllimələr sönməsin. Müəllimələr biraz aydın oldu sizə? Biraz qəliz gəlir, amma öyrənəcəyik inşallah zamanla. Burada deyir ki, səliqəsizlik görkəmdə aşkar edir. Bu da görürsüz müəllimə, dedi ki, soyunub geyinib paltarlarını səliqəli şəkildə yığır, özünə xidmət vərdişlər. Təkcə burada bir dənə əməkdir. Sadəcə özünə xidmətdir burada. Orada amma kompleks əmək gedirdi. Bir də burada sabun var, gigiyena qaydasına əməl edir 1-2-3 yaşda. Orada amma böyüklərin köməyi ilə dəqiqə, gəlin bir də qaydaq ora ki, dəqiq yadım. Ora yenə qaydacağıq ha, 3-cü inkişaf sahəsini keçəndə. Burada böyüyün köməyi ilə təkcə soyunub geyinir. Amma burada gigiyena yoxdur. Amma orada gigiyena var. Məzmun gigiyenadır əsas, görürsüz. Başqa da o birisi əməyin növləri yoxdur burada. Kompleks əmək yoxdur. Belə yadda saxlayın müəllimələr. Amma ayaqqabının bağını açıb bağlama, düymələmə bu olur fiziki inkişafda. Bəzən testlərdə düşür. Siz də deyirsiniz ki, burada soyunub geymə görmüşük, onu açıb bağlamanı da gəlin götürək. Fiziki estetika yox, götürmürük, onu fizikə götürürük. Müəllimələr, indi səsi açırsınız. Qəliz yer qalmadı sizə. Soruşuram indi sizdən, sual cavab eləyəcəm. Dəqiqə. Aha. İndi gəldik belə. İndi müəllimələr, mən təkrarlayıram, mən sizdən soruşacağam. Baxın, gigiyena qaydası oldu 1-1-2-1-də. Bir də oldu, burada da gigiyenik qaydada, yəni əlini sabunla yuyur, burun dəsmalı, bu bir də oldu 1-2-3-də. Əsasən 1-2-1 ancaq sadə gigiyena sözünü görürük burada. Amma 1-2-2 masa arxasında davranışın masa arxası görürük 1-2-2-də, 1-2-1-də gigiyena, 1-2-3-də dedik ki, soyunub geyinməkdir, nə bilim bu motor bu paltarını düymələməkdir. Bu oldu 1-2-3-də. Böylə nəzarətindən sabunla yuyur, salfetdən istifadə edir. Bu oldu böylə nəzarətindən. Burada oldu 1-2-3 yaş, amma 1-2-3 ad standartındaydı. Amma burada sadə gigiyena qaydalarında biz onu orta qrupdan götürürük. İndi müəllimələr, sual cavab eləyirəm. Keçəcək təhlükəsizliyə. Sunay müəllimə. Bəli, müəllimə. Müəllimə, bax bu 1-2-1-i mənə izah edin, nə deməkdir? 1-2-2-ni izah edin, 1-2-3 izah edin. Aha. Deməli 1-2 yaşı yoxdur hamısı müəllimə. Yox, belə yaşla yox, məzmunca. Bir də müəllimə, bu nə idi? Alt idi, əsasıdır yoxsa inkişaf sahəsi idi? İnkişaf sahəsi. Bax bu.
Bu O əsasdan altda. əsas. Hə, Bax bu əsas. əsasdır. Bizi niyə Əsas. belə sual bilirəm onu hələ tam bilə bilməz, amma özüm sual verirəm ki, sualın adam yadına qarşı sual cavabına. Bu olur əsas standartımız. Müəllimə bax bu nə idi 1-2-1? Əsas 1 at, 2 1 o deməkdir ki, hə, atdır yoxsa əsasdır yoxsa inkişaf sahəsidir? birinci yerdə duran inkişaf sahəsi, Aha. ikinci yerdə duran əsas, üçdə Üç. də duran alt standart. Aysa bu o özü amma at standart gedir də müəllimələr. Bu Hı hı. at standart 1-2-1, 3 rəqəmli at standartı, 2 rəqəmli əsas standart, bir dənə rəqəm görsə bu da inkişaf sahəsi. Aha. İndi mənə izah edin bu 1-2-1-in məzmunu necə idi? Deməli 1 2 1-in məzmunu Hə. nə ibarətdir ki, yəni əsasən şəxsi gigiyena, yəni 1 2 Aha. yaşda şəxsi gigiyena əşyalarından nümayiş etdirmək. Bu 1 2 yaş uşaqlara Aha. aiddir. Aha. 2 3 yaşlı uşaqlarda 1 2 1 o deməkdir ki, yəni ilkin hələ gigiyena qaydalarını əməl edirlər. Yəni burada daraqdan, dəsmaldan, bu dəsmaldan istifadə qaydalarını öyrənirlər. Daha sonra 1 2 yaş, 2 3 3 4 yaşlı uşaqlarda 1 2 1 o deməkdir ki, yəni artıq burada müəyyən olmuş gigiyena qaydalarına Bir də sabit var. əməl edir. Yəni burada artıq yeməkdən əvvəl və sonra əlinin yuyulması, öskürərkən, orta askırarkən əlimizi məsələn ağzımıza tutmaq Aha. və s. Sonra 4-5 yaşlı uşaqlarda isə artıq burada 1 2 1 o deməkdir ki, yəni gigiyena ehtiyaclarını artıq özləri qarşılayırlar. Yəni öz bacarıqlarını nümayiş etdirirlər. Ay sağ ol. Yəni burada artıq özləri sabunla, özləri yəni Ancaq gigiyena sabunla. görmüş. 5-6 yaşda isə, yəni artıq məktəbə qədər dövrdə isə 1 2 1 o deməkdir ki, nə? Bu da oldu müəllimələr. Burada da 5-6 yaşda dedi ki, hiss üzvlərinə qulluq buradaydı. Üzvlərinə qulluq. İndi müəllimə, bax bunu mən sizə yaş qrupuna görə soruşmuram. Bundan sonra öyrənəcəyik. Bax bu 1 2 1 oldu bizim sadə gigiyena. Ancaq gigiyena 1 2 1 idi. 1 2 2-də nə idi? Ancaq nə idi burada? 1 2 ancaq yəni masa arxasında. Ay, əsas mənə bu lazımdır. Və 1 2 3-də burada özünə xidmət, yəni sadə özünə xidmət etmək. Yəni böyüklərin köməyi ilə sadə özünə xidmət etməyi. Sadəcə bir fiziki cəhətdən burada var. Məsələn, tutalım sabun da var. Yəni yenə də burada uşaq özünün sağlamlığını qoruyur da. Sabunla yuyur, dəsmaldan istifadə belə. Yəni sağlamlıq, fiziki xidmət edir burada. Bir də burada kompleks əmək yox. Təkcə özünə xidmət əməyindən söhbət gedir. Özünə xidmət gedir vərdişləri. Orada amma əmək var. 3 1 Mən də birincidə öyrənəndə 1 1 4 öyrəndik. Burada öyrənmədik. Niyə? Bir dəqiqə indi deyəcəm. Baxın burada 3 1 2 3 2-yə gedək bir dənə 2 dəqiqəlik. Burada özünə xidmət, təbiətdə əmək, görürsüz əməklər gedir da, özünə xidmət, təbiətdə əmək, təsərrüfat, məişət əmək, əmək vurğulanır burada. Aha, gəldik müəllimələr. 1 1 4. Niyə müəllimə? Bunun at standartı 4 dənədir. Amma 1 2-nin at standartı 3 dənədir. Ona görə 3 dənə standartda bitdi. Və məzmun dəyişir, yəni mövzusu dəyişir də. İndi burada axı başqa təhlükəsizlik gəlir. Mövzusu dəyişir. Ona görə olacaq 1-3. Bu da 1-3-də də 2 dənədir. Az-az gedir. Amma indi sizə bunu göstərim. 2-1 amma 2-1 6-dır. Yəni hamısını bir də 2-1 6-da keçəcək. 2-1 6-ya qədərdir. Buradan kəsir, bura calır. Yox, zarafat edirəm müəllimə. Amma ki, yəni ki, burada çoxdur, yəni narahat olmayın, çoxdur. Aha. Gəldik belə. 2 dənə burdadır. 3 dənə burdadır. İkinci əsas standartımızda fizikini. Burada 4 dənədir. O birisində də olur 2 dənə. Doğrudur müəllimə. Əla. Qəşəng. Bir də yadda saxlayırıq. Çəngəl hardaydı? Buradaydı. Səliqə hardaydı? Səliqə burada da var. Səliqə hardaydı? Böyük qrupda. Burada indi bu 1-2 əsas standartımızda. Məncə yadda qaldı. İndi müəllimələr, adlara WhatsApp-da baxım deyəcəm. Deməli, Böyük xanım müəllimə. Bəli, müəllimə. Müəllimə, siz də bizə bax bu 1, 2, yox, bir dəqiqə. 1 2. 1 2 1, 1 2 2, 1 2 3-ü izah edin. Öz sözlərinizlə necə bilirsəniz izah edin bizə.
Müəllimə, əslində çox çətindir. Yəni çox çətinliklə qavrayırıq. Yəqin ki, birinci dərs olduğuna görədir Bəli, belə. bəli. Ən çətini budur müəllimə. Çünki hamısı asan gəlir. Didaktik prinsip, nə bilim məşğələlər çox rahat qavrayasınız. Bu biraz çətin gəlir, amma asandır. Get-gedə asanlaşacaq. İndi bunu hər dəfə biz mütaliə eləyəcəyik də hər dərsimizdə. Gör hara gedib çıxır. İşə biləsiniz əla. Sonra deyəsiz müəllimə nə rahat imiş. Biləndən sonra. Hə, Çünki yəni bizdə elə bir müəllimə ilk dəfədir. Yəni ilk müəllimə Bəli. sizə qoşuluruq da. Həm də Bəli. ixtisasımızda deyil bizim əslində. Ya Ay, Leyla sağ ol. müəllimə də ixtisas deyil, mənim də ixtisasım deyil. Ona görə bizim üçün biraz çox çətin gəlir. Amma belə 1-2-1 belə anladım ki, masa arxasında oturub gigiyena qaydalarına əməl Gigiyena edir. burdadır. Masa arxası burada. Orada masa yoxdur müəllimə. Bax bu 1-2-1-də masa sözü yoxdur. Burdadır masa. Hə. Amma bu 1-2-1. Aha bu nə idi? Dedik ki. Gigiyena qaydalarına Ay, əməl sağ ol. edir. Aha. Ə, 2-2 nə idi? 1-2-2 qaşıq fincandan istifadə edir. Düz dedim yoxsa? Aha, düzdür. Qaşıq, fincan. Sonra nədir? Masadır. Masa 1-2-2-dədir. Hə, sonra 1-2-3-də də əllərini sabunla yuyur. Böyrə nəzarət altında. Aha. Böylər nəzarət altında paltarını dəyişir, dolaba paltarını yığır, Hı-hı. belə. Özünə xidmət. Özünə xidmət, hə. Özünə xidmət. Yəni necədir müəllimə? Bizim eşitmədiyimiz, bilmədiyimiz belə sözlərdir deyənə. Onun üçün bizim Ay, üçün biraz sağ çox ol. çətin gəlir. O sonra elə asa deyəsiniz Kütah müəlliminə asandıymış. Amma siz qeyri-ixtisasdan düşürlər axı üstünə bir dəqiqə. Amma qeyri-ixtisas olub da gedib 55 bal toplasaz, 55 plusda biz nə gözəl rekordlar. Ona görə əgər 55 plus toplamaq istəyirsə də bunu mütləq mən sizə demirəm əzbərin. Mən sizə çox sıxışdırma xasiyyətində yoxdur. Ən çox özümü öyrətmək üstünlük verirəm ki, dərsin içində öyrənəsiniz. Bilirəm ki, işləyirsiniz. Amma yəni bunlar öyrənsəz 55 plus hazır. Çünki bunu öyrəndə hər şey asad gələcək. Hər şey deyirəm aslında. İndi mən gələcək inşallah dərslərimizə görəsiniz ki, mən nə demək istəyirəm? Aha. Gəldik müəllimə. Bax bura gəldik. Yox, bir dəqiqə. Hə dedik bax bu da bu, bildiniz. 1-2-1-də oldu gigiyena, sadəcə gigiyena gedir. 1-2-2 oldu masa, 1-2-3-də oldu özünə xidmət. Bəli. Özünə xidmət elə bir ki, fiziki cəhətdən uşaq özünə xidmət eləmək. İndi sonra hansı müəllimə qaldı? Leyla müəllimə deyən disk qonaqlıqdadır. Aça bilsə açın Leyla müəllim. Açamırsa da başqa müəllimə müraciət eləyəcəm. Amma Hə, gəlməsin. o gəzməkdədir, ona görə aça bilmirik müəllimə. Amma dinləyir sizi. Dinləyir, əla. Onda Xədicə müəllimə. Xədicə müəllimə, siz də mənə başa salın bunu 1-2-1-i, 1-2-2-ni, 1-2-3-ü. Zəh eləyən mənə. Öz başa düşdüyünüz dillə ki, mən sizə niyə görə bir-bir soruşuram? Müsahibədə terminlərlə, bax belə elmi cümlələrlə danışanda düz deyirlər ki, yəni öz dilimiz zaten bunları biləndə öz dilimizə çeviririk. Məsələn, mən bunları öz dilimdən deyə bilirəm. Əsas bu elmicə danışanda öz dilimizə çevirə bilirik. Amma müsahibədə nə qədər elmi danışsaz, qəşəng, yəni bunları bildiyinizi vurğulasanız sizə o qədər köməkdir. Yəni ona görə nitqiniz daha da elmi cəhətdən daha çox inkişaf eləsin. Öz fikrinizi ona görə soruşuram bir-bir. Həm də müsahibə mərhələsinin də deyirəm ki, 90% bax buradan düşür. İstəyir miq olsun, istəyir sertifikasiya olsun. Bax bu keçdiyimiz çərçivə mövzularına, test mərhələsinin mövzularına düşür. Amma orada da yenə olur qanundur, təhsil qanunu, nizamnamədir. Bir çox şeylər var burada. O da asandır, azdır. Gəldik müəllimələr. İndi siz bizə izah edin. 1-2-1, 1-2-2, 1-2-3. 1-2-1 müəllimə şəxsi gigiyena əşyalarına, məsələn, daraq, dəsmal tanıdıqlarını nümayiş etdirir. 1-2-də də qaşıq və ya fırçadan özü istifadə edir. Yəni sırf birincidə müəllim özü nümayiş etdirir. İkinci versiyada fincandan istifadə edir. Qaşıq və fincandan istifadə edir. Amma burada böyüklərin köməyi altında məsələn əllərini yuyur, burun dəsmallarından istifadə edir. Sonra bu dedik ki, bu oldu şəxsi gigiyena, bu oldu nə? Masa arxası. Yəni masa arxası hissəsi olur 1-2-2, gigiyena hissəsi olur 1-2-1. Bu 1-2-3 nə oldu müəllimə bir də? Böyüklərin nəzarəti altında əllərini sabunla yuyur, dəsmaldan istifadə edir. Və alt təxir, öz nəqd. 1-3-1-də
Təhlükəsizlik 1-2-3-də. böyüklərin Yox, budur 1-2-3. xəbərdarlıq. 1-2-3. 1-2-3-də oldu özünə xidmət. 1-2-3 də müəllimə, elə bil ki, böyüklərin nəzarəti altında əllərini sabunla yuyur, burun dəsmalından istifadə edir. 1-2-3 onu Yəni bilirsiniz özünə müəllimə. xidmət oldu bizdə 1-2-3-də. 1-2-1-də ancaq gigiyena, 1-2-2-də ancaq oldu masa. Belə yadda saxlayın. Məzmunu bildiniz, sonrası asan gəlir. Sunay müəllimədən soruşdunmu? İndi soruşdum. 1-2-2 ancaq ümumilikdə sırf müəllimə, elə bil ki, bütün standartlarda Bəli, müəllimə, masa arxasında istifadə. Soruşdum. Bəli, müəllimə. Bəli, 1-2-2 ancaq masadır. Masa. Masaya düzür, yəni əməl eləyir masa arxasında. Bax, burada bir dəqiqə müəllimə. Düzür deyirəm, məstəfə. Qaşıq və fincandan istifadə eləyir. Masa arxasında yemək dəstindən müstəqil artıq istifadə. Masanın üzərinə düzmə, səliqəli düzmə falan oldu estetikdə, amma burada artıq istifadə eləyir. Elə bil ki, biz qonaq gəlir. Qonaq gələndə biz süfrəni estetik cəhətdən düzəldirik. Bu olur bizim estetik inkişaf sahəmiz. Amma uje yeyirik də, necə deyim sizə, belə başa salım da. Bir qonaq orada yeyiriksə də artıq qarnımızı deyək doyuzduruqsa da, yəni enerji toplamaqdırsa, bu olur bizim fiziki, yəni fiziki cəhətdən inkişafımız. Yemək necə oradan fiziki cəhətdən tükənir də. Masa arxası ümumi qaydalara əsasən silir ağzını, burnunu, ümumi qaydalara davranır. Sonra çəngəldən istifadə eləyir. Səliqəli yemək var burada. Süfrə mədəniyyətinin yələndiyini, masa arxasında, yəni səliqəli yeyir, ağzını, burnunu. Bildiniz, bunlar oldu fiziki. Amma düzür desək, onsuz da estetika. Mən sizə müqayisəli şəkildə öyrədəcəm müəllimələr. Yoxsa onu öyrənmək çox çətindir. Mən çox əziyyət çəkmişəm bunu öyrənənə kimi. Amma sizə istəyirəm ki, rahat dillə öyrədəm. Baxın, burada dəqiqə. Görün var burada. Böyüklərin köməyi ilə düzür görürsüz, düzür. Üstünə qoyur. Sonra oyuncaqları yığır. Sadə əmək bacarıqlarının əmək var, görürsüz burada da. Yəni burada düzür, əgər səliqəli düzür eləyirsə, masa üstünə düzürsə, bu olur bizdə estetikdir. Amma istifadə eləyirsə də olur bizdə fiziki. Gördünüz? Artıq xana burada istifadə edir. Qəşəng öyrənirsiniz müəllimələr, qəşəng gedir. Mənim özümün də çox xoşuma gəlir. Mən çox həvəskaram. Çox oxuyanam, hədsiz. Müsahibəni ona görə rahat keçdim. Çünki mən bədii kitablarda oxuyuram. Baxmayaraq ki, müəllimlərlə də işləyirəm, amma bədii kitablarda oxuyuram. Ona görə kitab oxumağı çox sevirəm. Elmi də, bədii də. Elə bil ki, tutaq ki, sertifikasiyadan keçdi. Məsələn, müsahibədən də məsələn sual verdilər. O deyir, kimi deyir ki, sertifikasiyadan keçməkdən deyil də, gərək müsahibədən keçib keçməmək var. Sertifikasiya keçəndən Sertifikasiyada sonra nə qədər yaxşı bal toplayırsan da, müsahibədən keçə bilmirsən. Müsahibədən əsəldənsə bitiyor da. Hə, müsahibəni o kəsilməyəsiniz. Onu mən şoka düşdüm ki, nətər mən sertifikasiyadan yaxşı bal nəticəm varsa, müsahibədən necə kəsilə bilərəm də, yəni yüksək balım varsa. Niyə? Məsələn, bax, qızlar gəldilər, miqdən keçdilər testdən. Müsahibədən kəsirdilər. Düzdür, şans verilir sərə onu. İstəyir testdən, istəyir müsahibədən. Amma qəşəng hazırlaşırsınız, niyə kəsdəsiz ki müsahibədən? Müsahibədən də keçmək var ki. Mən heç vaxt qorxmayın. İndi deyirlər, bax, mənə belə eləyirlər. Mən Gəncədə imtahan vermişəm da. Ay müəllimə 3 dəfə kəsilirlər, 4 dəfə kəsilirlər. Mən ona inanmırdım. Niyə mən 3 dəfə inanım? Hazır pozitiv şeyə inanaram da. Dedim, yox, mən birinci dəfədən keçəcəm. Elə hazırlaşdım ki, məsələn, hələ də elə təlimçilər var ki, bilmir təhsil qanunun içindəki bir-bir açıqlasın cümlələr. Mən o cümlənin bir-bir onu elə gözəl izah edirəm. Elə gözəl onu mən özüm mütəlif öyrənmişəm ki, cümlədən nöqtə-nöqtə. Mənim orada başa düşmədiyim yer yoxdur. Mən onu müsahibədə oturan komissiya üzvlərinə qəşəng onu mən izah edib, fikrimi çatdırandan sonra istəyir elmi, istəyir yəni öz sözlərimlə. Niyə məni kəssinlər ki? Öz də oradan kamera çəkir. Əsas koddan cavab vermək. Bəli. Bir də həyəcan olur. Onu da öyrədəcəm ki, nətər eləmək olar ki, həyəcan olmasın. Orada kamera çəkir. Heç vaxt qorxmayın. Heç vaxt mənfi şey beyninizə gətirməyin. Bax, mən ilk dəfə vermişəm imtahan. 6-7 ay oxumuşam da. Yəni 6-7 aydan sonra gəldi imtahan oldu. O da 2-3 ay davamlı. Demək olar o arada da təkrar edirdim. Yəni ki, amma bir dəfə oxuyanda dərindən oxudum. Yəni başa düşə. Ən yaxşısı bir də çox oxumağa üstünlük verin. Yəni deyim ki, deyirlər ki, ay açar sözlərdir, tək açar söz. Xeyr.
Və hətta gedilər açar söz kitabı, yaxşıdır açar söz kitabı, amma əsas birinci siz bunu öyrənin, özəyiniz sonra açar sözə gedin. Amma bilmirsiniz axı bu nə deməkdirsə də. Yəni müəllimələr, çalışın geniş şəkildə oxuyasınız, çoxlu oxuyasınız, göz yaddaşı var ki, məsələn deyirsinizlə mən sual-cavab qulaq yaddaşı inkişaf eləyir. Göz yaddaşı da əsasdır. Məsələn belə baxa-baxa həm göz yaddaşınız, həm beyninizə yazılır, yaddaşa yazılır. Yəni ki, müsahibə necədir? Həm sizin məşğələ keçməyinizdir, həm uşağa psixoloji yanaşmanızdır. Onun da qəşəng-qəşəng mən sizə bu test mərhələsində öyrədəcəm. Bütün situasiyalar, situasiyaların hamısına aid testlər var da. Situativ testlər düşür axı qəbulda daha çox. İndi daha əzbərə çox yer verilmir. Yəni situativ şəkildə də orada mən məsələn situasiya ilə cavab verə bilərsiniz müsahibədə. Yəni tutalım elmi cəhətdən dediniz, arxasınca situativ çəkidir ki, belə-belə uşaq belə olarsa belə eləyərəm, nə eləyərəm. Yəni situativ şeylər daha çox olur. Təhsil qanunu nizamnamədə ən çox üstünlük verilən. Bir də bizim borcumuz nədir? Dövlət rəmzlərimizi bilmək, prezidentimizin haqqında məlumat bilmək, ulu öndərimiz haqqında məlumat bilmək, İlham Əliyev prezidentimiz, bir də ulu öndərimiz Heydər Əliyev haqqında. Yəni bunlar haqqında yaxşı bilməliyik ki, biz orada bir də bayramları da bilməliyik ki, istəsələr verə bilərlər. Çünki dünya görüşü var müsahibədə. Bayramları biz müəllimlik olaraq bilməliyik. Çünki onun tarixini də bilməliyik də, yəni oxumalıyıq. Onları da mən sizə atacağam konspekt şəklində. Öyrənəsiz, keçəsiz. Məşğələ də keçməyi çoxunuz bilirsiniz, bilmirsiniz də bir yerdə məşğələni mən sizə mütaliə edəcəkdir. Sonra emosiyalı nağıldır, şeirdir, oxumalısınız yaş qruplarına görə. Belə bir də hekayə. Elə bir çətinlik yoxdur. Mən asadından keçdim. Prosta yüksək bal toplayanda daha çox yoxlayırlar görüm necə cavab nitqiniz, bir də psixolojinizi yoxlayırlar. Təhsil qanunu nizamlarında %100. Bir də kamera olur. Qorxmayın ki, ay məni kəsərlər. Cavab verdim kəs. Elə şey yox. Cavab verəndə heç vaxt heç kim kəsmirlər. Ya da deyirlər testdə bu yaxınlarda sertifikasiya imtahanı oldu. Tanıdığım bir müəllimə vardı. 54 bal toplayıb da, 56 bal. Şeydə belə informatika azad fənnindən. İndi eləsi də var, gedib kəsrifdir. Deyir ki, 10 dənə sualdan sonra kompüter avtomatik şey oldu. Avtomatik səhv. Elə şey mümkün deyil axı. Dövlətin bizə şəxsi qərəzliyi oxuyun keçin də. Yəni bizim necə deyim, vəzifə borcumuzdur ki, biz sertifikatlaşdırmadan keçməliyik. Yəni ki, bizim yoxlayırlar da, yəni tətbiq eləmə bacarığımızı, biliyimizi yoxlayırlar. Və belə səriştən müəllim olaraqdan, yəni hər bir şeyimizi yoxlayırlar. Belə müəllimlər, yəni ki, qorxmayın. Nədən qorxsaz, atalar söz deyirik, qorxan gözə çöp düşər. Nə testdən qorxum, nə müsahibədən. Bir də həmişə pozitiv fikirləşin ki, 50+ toplayacağam, müsahibəni də asandan keçəcəm. Bunu beyninizə yeritsəz, onda rahat da keçəsiz. Həm də biləndən sonra hər bir düşəsi mövzular bildirsə, mən şeyə qədər oxumuşdum. Temperament zad var, hamısını ki, bəlkə düşdü. Hər şeydən sala bilərlər. Yəni nə var ixtisasına uyğun ki, hamısını bilməlisiniz. Əslində bizim çərçivə sualımız çıxıb da müəllimə. Çıxıbdı. Məsələn, orada biri yazıbdı ki, dünənləri. Müəllimə, orada Frebel yoxdur, düşməyəcək. Niyə ki? Yoxdur, amma düşəcək. Orada yazılmayıb, amma düşəcək. Çünki 2022-dən bəri onlar bütün çərçivədən sala bilərlər. Bunu bilməyimiz məcburuq onları bilməyə. 2022-dən bəri nə ki çərçivəmiz var, onların hamısını bilməliyik. Qarniyer nə olsun, əvvəl yox idi, amma indi var. Bizdən çıxdı. Yox idi amma bizim çərçivədə. Yəni onu beyninizdən çıxardın ki, əgər 50+ deyirsinizsə də bütün mövzuları oxumalısınız. O sizə daha xeyirdir ki, mən Kamenskidən misal çəkmişdim, amma Kamenskini biz keçmişik universitet vaxtı. Yəni o bilməyin nə ziyanı var ki? Bilmək daha xeyirlidir ki, daha sizin nitqiniz genişlənir. Siz hansı üçün hazırlaşmışdınız müəllimə? Mən özüm hazırlaşmışdım. Düzdür, qoşulurdum təlimlər, amma mən özüm oxumadan mən onu başa düşə bilmirəm. Özüm oturdum hazırlaşdım. Təlimçinin məsələndə müəllim ən yaxşı kitabın açar sözlərdən alıb oxusaq bizə xeyir olar. Mən sizə açar sözdən göndərəcəm. Yəni bax bu nə bilirəmsə də, qəbulda nə ki testlərdə açar söz, hamısını açar sözdən, amma necə? Mövzunu oxuyasınız. Mən açar sözdən sizə sual-cavab eləməyəcəm. Mövzunu oxuyasınız geniş şəkildə. Ən axırda istəsəz çoxlu mütaliəsi açar sözlərdə. Bax belə açar sözlərdə əsas məqamlar, amma təkcə əsas məqam bilmək yox, içində bütün cümlələri bilməlisiniz ki, bu artin içərisindəki bütün cümlələri qoyacağam ora. Amma açar sözdə içində oxuyasınız. Gəldik müəllimələr 1-3.
Təhlükə. Amma yadınızda saxlayın. Əsas sizin oxumazlığınızdır. İstəyir kimlə nazlaşır, sazlaşır. Dəqiqə 300-400 müəllim yığılır bir qrupaya. Oradan kim nə başa düşə bilər ki? Heç kim başa düşə bilmir o boyda insanın içərisində. Bir də müəllimə Amma əsas test yolu ilə də testdə götürürsən. yaxşıdır. Testdə mən elə deyirəm ki, həm testi qavrayırsınız dərsin içində, dərsi. Həm də ki, test edirəm həm situasiyalı, həm də elmi. Hər cür eləyirəm. Gəldik müəllimlər 1-3. Təhlükəsizlik qaydalarına əməl eləyir. Baxın, bu nə deməkdir? Mənası. Fiziki inkişaf oldu 1-1 hissəsi. Bax, bu fiziki inkişaf hissəsi oldu 1-1. Sağlamlıq hissəsi nə oldu müəllimələr? Sağlamlıq 1-2 masa arxasında qaydalar idi, gigiyenik qaydalar idi, sağlamlığa xidmət edirdi. Bir də var təhlükəsizlik 3-cü hissəsi. Gördünüz müəllimə, çox asandır. Müəllimə bunu bilmirdik, amma bir mövzuda 3 açıqlama var. Bəli. Bu qədər dərin heç kim izah eləmir. Bax, bu 1-3 oldu bizim təhlükəsizlik. Gördünüz, amma bunu mən özüm mütaliləmişəm. Bax, dedik ki, fiziki inkişaf oldu 1-1, sağlamlıq oldu 1-2, təhlükəsizlik oldu 1-3. Çox asandır. Ardıcıl gəlir özdən. Görürsünüz, ardıcıldır. 1-1 fiziki inkişaf, 1-2 sağlamlıq, 1-3 təhlükəsizlik. Bu əsas standartlardır. Amma görürsünüz, bilik verilibdir. Fiziki inkişaf, sağlamlıq, təhlükəsizlik. Burada feil yoxdur. Xəbər deyək yoxdur da. Təkcə burada bilik hissəsi, mübtəda verir. Yəni isim hissəsi verir də, deyək ki, məlumat hissəsi. Mübtəda məlumat verməkdir. Amma xəbər yoxdur burada. Burada mı yerinə yetirir? Fəaliyyət nə deməkdir? Xəbərdir, feildir. Burada var, burada yoxdur. Bildiniz müəllimlər, varsa olur əsas standart, alt standart. Yoxdursa da olur inkişaf sahəsi. Belə də seçə bilərsiniz. İndi gəldi, yəni gördünüz müəllimələr, bu bizim ümumidir, inkişaf sahəmiz. Bunlar xırdalayır. Fiziki inkişaf, fiziki hərəkətlər yerinə yetirir, sağlamlıq 1-2, masa arxasındakı gigiyenik qaydalar əməlləməkdir, bir də 1-3 təhlükəsizlik qaydalarını əməlləmə. Aha, 1-3. İndi müəllimələr 1-3 də çox asandır, 1-3-1, 1-3-2. Mən o birisi qrupamla necə eləmişəm, sizə deyim. Birinci fiziki inkişaf dərindən öyrəndik, çünki əsasdır bu. Sonra keçdik idraki öyrəndik. Estetiklə sosialın ikisini bir yerdə qarışdırdım, 3 dərsə öyrəndik. İstəsə sizə də eləyim. Tək eləyim müəllim bizə. Fiziki inkişafı tək götürək, yəni tək nasıl Çünki anlayaq? fiziki inkişafı Mən elə. elə İndi müəllimə hamınızın fikrini öyrənib, istəsəz mən keçə bilərəm indi idrakdən də, amma istərəm qarışdırasınız. Hamı razıdır mənim bu fikrimlə? Ki fizikini eləyək, öyrənək evdə dərindən. Bir də sizə bunun sözlərlə də izahını eləyəcəm gələn dərs. Sabah eləyəcəm müəllimələr. Bir dənə bu fizikini mütaliə eləyərsiniz. Sabahlar sizə bütün inkişaf sahələrinin konspektləşmiş də, yəni sözlərlə ifadəsini eləyəcəm. Sonra da bu cədvəli yenə eləyəcəyik. Cədvəl eləyəcəyik ikinci inkişaf sahəsi. İkinci inkişaf sahəsi daha mürəkkəbdir. Mən onu bir dərsə sığdıra bilirəm. Mürəkkəbdir. Görürsünüz nə qədərdir? Yox, bura qədərdir. Dəqiqə. Bax, buradan yuxarıya qədər. İdraki inkişaf. İdraki inkişafda ki, məşğələlər ən çox idraki inkişafdadır. Burada fiziki hərəkətlərdir. İdrakda deyim də nə var müəllimələr? İdrakda ətraf mühitə tanışlıq məşğələsidir. Yəni ətrafla tanışlıq məşğələsi. Bədii təfəkkürdür, savad təlimidir, riyaziyyatdır. Görürsünüz, bədii təfəkkür, ətrafla tanışlıq oldu 2, savad təlimi 3, riyaziyyat 4. 4 məşğələ bir arada idrakdadır. Ona görə mürəkkəbdir. Amma estetikdə bizim məşğələlərimiz təsirli fəaliyyət musiqidir, bir də əmək növləridir. Amma 4-cü sosial emosionalda, indi onu izah edin deyəcəm sizə, orada məşğələ yoxdur. Gəldik müəllimələr, bunlar dedik bu 1-3-ə. Deyir ki, müəllimələr 1-3-1. Bunu da sizə izah edirəm. 1-3-1-də potensial təhlükə barədə böyüklərin xəbərdarlığına adekvat reaksiya, adekvat sözü görürsə də, bu olur bizim birinci körpələr qrupumuz. Məsələn, tam ana deyir ki, götürür məsələn uşağın əlini, barmağını, biraz bir istidə, deyək stəkana uzadır. Bu yandırar əlini. Uşaq barmağını tez əlini çəkir 1-2 yaşda ki, yandırar. Amma yəni qaynar şeyi əlinə vurma, adekvat da, bildiniz bu körpələr qrupuna aiddir. Həyatına, sağlamlığına təhlükə yaradabilecək əşyalar sadalayır, artıq sadalayır, tanıyır, sadalayır. O oldu bu ikinci körpələr qrupu. Potensial təhlükə barədə böyüklərin xəbərdarlığına, böyüklər var burada, böyüklərin xəbərdarlığına adekvat reaksiya verir oldu birinci körpələr qrupu.
Amma həyatına və sağlamlığına təhlükə yarada biləcək əşya sadalayıb oldu ikinci qrup. Potensial görürsə də oldu birinci qruplar qrupu. Bir də adekvat reaksiya. Reaksiya, adekvat reaksiya. Reaksiya nə vaxt verməli uşaqlar? Ancaq körpələr qrupunda görəsən reaksiya, adekvat reaksiya. Sonraki həyatına sağlamlıq təhlükə yaradacaq əşyaları sadaladı. İndi həyatın sağlamlığına təhlükə yarada biləcək əşyaları əlamətlərinə görə müəllimələr fərqləndirir. İdrak inkişaf eləyir, fərqləndirir. Görürsüz, daha da inkişaf elədi orta qrupda. Yandırıcı, kəsici, deşici. Yəni burada izahı verilir orta qrupda. Yandırıcı, kəsici, deşiciyi fərqləndirir. Burada əşyadır. Əşyaları sadalayır. Artıq sadalayır burada. İndi gəldik böyük qrupa da. Gəldik böyük qrupa da. Həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyalarla təhlükəsiz davranma bacarıqlarını nümayiş etdirir. Bu oldu müəllimələr böyük qrup. Artıq nümayişlətdirmə, təhlükəsiz davranma bacarığı nümayiş etdirir əşyalarla. Davranma bacarığı oldu böyük qrupda. Amma burada fərqləndirirsə də, artıq görür, fərqləndirirsə də bu oldu. Görür ki, çaydan. Görür ki, bu yandırıcıdır və yaxud da qaz yandırıcı. Görür, deyir ki, ay uşaq, qayçı sənin barmağını kəsər, ha, və yaxud da ki, bıçaq kəsər səni. Bu oldu bizim kəsici. Deyir ki, deşici, iynə deşər, nə bilim, nəsə bir ucu şiş əşya, deyir, bu deşər səni, bu deşicidir. Kəsici nəyə görə deyirəm? Müəllimlər, mənim qızım keçən səfər götürər qayçı ilə dodağını kəsər. Nəsə güya ki, kağız kəsirdik, dodağından biraz da acı kəsmişdi. Yəni o da sonra öyrəndi. Orta qrupda baş vermişdi, 3 yaşında baş vermişdi. Həyatın sağlam təhlükə çünki burdan verirsiniz də qayçını. Ona görə evdə eləmişdi. Ha, bağçada artıq daha diqqətli olmalı. Evdə də indi nəzərdən qoymamalıyıq uşaqları. Deyir ki, təhlükə yarada biləcək əşyalar, təhlükəsiz davranma bacarıqlarını nümayiş et. Bu oldu böyük qrupda. Həyatda sağlamlığına təhlükə yarada biləcək hadisələrdən qorunma qaydalarını artıq izah eləyir. Artıq müstəqil şəkildə izah eləyir. Olur müəllimələr, qaydaları izah eləyir. Olur məktəb hazırlıq. Bacarıqları nümayiş etdirirsə, davranma bacarıqları, təhlükəsiz davranma bacarıqları nümayiş etdirirsə, bu olur böyük qrupda. Amma qaydaları izah edirsə, olur məktəb hazırlıq. İndi gəldik müəllimələr 1, 3, 2. Görək bu nə deməkdir? Dedik ki, burada elementar təhlükəsizlik qaydalarına əməl edir artıq. Burada reaksiya verirdi. Qaynar əşyalar sobaya əl vurmamaq. Burada artıq əl vurmur, əməl edir. Təhlükəli situasiyalarda ehtiyatlıq nümayiş elətdirir. Bu oldu ikinci köprülər qrupu. Kəsici, deşici, yandırıcı. Artıq burada elektrik cihazları da gəlir. Heyvanlar, tanış olmayan adamlarla ehtiyatlı davranma, yol hərəkəti qaydalarını bildiyi nümayiş etdirmə müəllimələr. Bu oldu orta qrup, amma 1-2. Burada biz yol görmürük. Yol qaydaları. Burada biz görmürük, elektrik cihazı görmürük. Burada biz tanış olmayan adam görmürük. Artıq orta qruppanın 1-2-sində görürük. Sonra burada həyatına, bax, həyatına sözü oldu 1-3-1-də. Bir də potensial təhlükə oldu 1-3-1-də. Yəni bu birinci köklər qrupu. Burada amma elementar təhlükəsizlik qaydalarına əməl edir. Burada oldu, burada reaksiya verir, burada əməl 1-3-2-də. Təhlükəli situasiyalarda ehtiyatlılıq, artıq ehtiyatlılıq nümayiş etdirirsə oldu ikinci köklər qrupu. Gəldi 1-3-2-də tanış olmayan insanlarla, yəni uşaq artıq yad insanlara qarşı öz reaksiyasını bildirir. Yəni onlarla ehtiyatlı davranma. Artıq buradan uşaqları başa salırıq biz 3-4 yaşında. Çünki burada artıq uşaqların intellekti daha çox inkişaf edibdi. İdraki inkişaf. Çünki bədii təfəkkür məşğələmiz nə vaxt başlayır? 3-4 yaşdan başlayır. Artıq burada anlama formalaşdığı üçün dinləmə var. Dinləyir. Amma anlama 3-4-dən başlayır. Görürsünüz burada yəni anlayır ki, bu insan yaddır. Tanış deyil. Deməli bu da oldu orta qrupda təhlükəsizlik qaydalarını sadalayır. Kəsici, deşici, yandırıcı, sobalar, elektrik cihazlar, ehtiyatlıq davranma. Böyle nəzarəti olmadan müəllimələr dərman qəbul etməmək nə vaxt oldu? Böyük qrupdan. O da harda oldu? 1-3-2-də. Amma yad adamlarla ehtiyatlı davranma, yol qaydaları hardan başladı? Orta qrupda. Burada artıq yol hərəkəti qaydalarına
əməl edir, riayət eləyir. Burada riayət eləyirsə, oldu böyük qrupa, amma bildiyini, artıq bildiyini, bilir də bu, bilikdir. Nümayiş etdirirsə, oldu burada orta qrupa. Amma riayət eləyirsə, olur böyük qrupa. Amma burada indi başqa bir şeylər də var. Baxırıq nə var. Kimyəvi maddələrlə ehtiyatlı davranma, fövqəladə hadisə var, təbii fəlakətlər, yanğınlar, zəlzələlər. Bax, situasiya. Müəllimlər, situasiyalar bilirsiniz hardan çıxır? Bu astronavtlardan çıxır. Siz situativ testləri doğru və doğru işləmək istəyirsinizsə də astronavtları bilməlisiniz. Məzmununu bilməlisiniz ki, oradan çıxan situasiyanı biləsiniz. Olacaq sizə situasiya veriləcək. Bu hansı inkişaf sahəsidir? Artıq siz zəlzələ, daşqın görəndə, yad insan görəndə deyəsiniz bu fizkidir. Artıq siz orada indi situasiyaya görə mən sizə deyəcəm. Gəldik deməli müəllimələr. Görsəz ki, orada məsələn yol hərəkəti qaydasına görəsiniz ki, bu fizikidədir. Situasiya hardan çıxır? Alt standartlardan. Bu məzmun xəttinin şeydən də deyək ki, bu ümumi məzmun standartlarımızdan. Gəldi müəllimələr 1 3 2 böyük məktəbə hazırlıq. Təhlükəsizlik qaydaları, fövqəladə hadisələr və təbii fəlakətlər. Bayaq bu biz təbii fəlakətlər gördük burada. Burada artıq fövqəladə hadisələr. Təbii fəlakətlər, yanğın, zəlzələ, daşqınlar, sel, sürüşmə, yol hərəkəti zamanı situasiyaya uyğun davranma mədəniyyəti. Davranma yaranır. Müvafiq qurumları, müəllimə, bu əsasdır ha. Müvafiq qurumları çağırma, bu düşəcək ha, yaş qrup düşə bilər, %100. Yanğın söndürən təcili yardım, polis çağırma, kömək çağırma. Bu hansı oldu məktəbə hazırlıq? Yad insanlarla ehtiyatlı davranma hansı oldu orta qrupa? Desək ki, dərman qəbulu harda oldu? Fövqəladə hadisə hardan başladı? Deyək, bu böyük qrupa. Desək ki, polis çağırma, təcili yardım çağırma harda oldu? Məktəbə hazır. Daha da gör təkmilləşibdir. Yəni varisi prinsipimiz əməl olunur da. Bütün standartlar varisi prinsipinə əməl olunur standartlarda. Sonra burada deyir məişətdə ehtiyatlılıq davranma haqqında bacarıqlara malik olduğunu nümayiş etdirdi. Bu da oldu məktəbə hazırlıq. Belə müəllimələr məncə bir də sizə bir şey deyim, mən özümdən deyirəm. Mən şəxsən hər hansısa bir mövzudan yaxın getmirəmsə, yəni əgər bacarmıramsa qorxuram onu bilmirəmsə. Qorxu yaranan adamda. Çünki deyir, bu nə təzə mövzu, hamıda olur da, yəni. Amma məncə bunun daxilini sizə belə izah elədim. Sizdə heç bir qorxu yaranmadı. Həm də başa düşdünüz. Elə müəllimələr maraqlı gəldi. Bəli, müəllimə. İndi müəllimələr sizə mən bunu bir dənə izah eləyəcəm, yenə sizdən sual-cavab eləyəcəm. Baxın, burada nə var? Təkcə burada həyatına sağlamlıq təhlükə yarada biləcək əşyalar var. Hamısında görürük əşyadır, həyatına sağlamlıq təhlükə yarada biləcək hadisədir. Yəni görürsə də adekvat reaksiya görürsə bu 1-3-1-dir. Amma burada sadəcə burada görürük ki, elementar təhlükəli situasiyalar görürük. Burada kəsici, deşici artıq bunlarla bərabər görürük ki, tanış olmayan adamlar əlavə olundu burada, yol qaydaları əlavə olundu. Sonra nə əlavə olundu? Dərman qəbulu əlavə olundu. Sonra kimyəvi maddələrlə ehtiyatlı davranma, fövqəladə hadisələr əlavə olundu. Bir də nə əlavə olundu müəllimələr? Sel, sürüşmə bunlar dedik, fövqəladə hadisə dedik. Sonra dedik ki, polis çağırma əlavə olundu. Gördünüz, bu da oldu 1-3-2-də. Daha elə bir geniş şəkildədir, amma burada daha çox, yəni bu hər ikisi təhlükəsizlik deməkdir. Məzmun təhlükəsizlikdir. Burada görürsünüz, bölməyibdir da, təhlükəsizlik qaydalarına əməl edir. Olduğu kimi durur. Burada biraz bölübdür. Burada fiziki inkişaf, bu da fiziki hərəkətlər, fiziki inkişafa xidmət eləyir. Bu masa arxasında gigiyenadır. Bu artıq təhlükəsizlik. Bu hər iki standart da təhlükəsizliyə xidmət eləyir. 1-3-1, 1-3-2. Bu əsas standarta xidmət eləyir. Bu şahdır, bu da onun nökərləridir. Və yaxud da bu deyək ki, vəzirdir, şah fiziki inkişaf deyək də. Bu da bu vəzir deyək, bu da onun sözünü yerinə yetirir də, belə deyək. İndi müəllimlər sizdən suallar soruşuram. Deyək ki, belə baxaq. Necə deyim mən sizə? Yəni məncə başa düşdünüz. Deyək ki, bu anadır, bu da balalardır. Bunlarda. Ona xidmət eləyir. Uşaqlar anaların sözlərinə yəni xidmət eləyir burada. Anaya xidmət eləyir deyək ki, uşaqlar. İndi gəldik müəllimələr, sizdən sual-cavab eləyirəm. Sunay müəllimədən yenə başlayıram. Sunay müəllimə. 1-3-1-in məzmununu mənə izah eləyin.
Belə mən açıq Bir- şəkildə qoyuram, gələndə açıq şəkildə qoymayacağam. Aha. Yəni 1-3-1 kiçik qrupda potensial adekvat görülürsə bu kiçik qrupdur. Aha. Sonra həyatına yəni təhlükə yarada biləcək əşyalar varsa bu kiçik qrupdur. Aha. Daha sonra sağlamlığına, təhlükəsizliyinə yarada biləcək əşyaların əlamətlərinə görə fərqləndirmə varsa bu da orta qrup. Sonra böyük qrupda da sağlamlıqla təhlükə yarada biləcək əşyaların təhlükəsiz davranma bacarığı. Böyük qrupda artıq bacarıqlar nümayiş etdirir. Təhlükə yarada biləcək bacarıqları. Böyük qrup, məktəbə hazırlıq qruplarında da artıq özünə təhlükə yarada biləcək hadisələrin ondan özünü necə qorunma qaydalarını izah bacarır. Bəs 1-3-2 dediniz ki, nə idi? 1-3-2-də. 1-3-2-də də kiçik qrupda, kiçik qrupda, yox, məktəbin kiçik yaşlı qrupda bu da artıq elementar təhlükəsizlik qaydalarını nümayiş etdirir. 1-3-2-də, yəni kiçik qrupda artıq situasiyalardan ehtiyatlı şəkildə nümayiş etdirir. Orta qrupda, yəni 1-3-2-də artıq burada təhlükə yarada biləcək əşyalardan necə davranma qaydalarını bilir. Məsələn, deşici, kəsici, sonra təhlükə yarada biləcək avadanlıqları artıq orada hərəkətləri artıq bilir orta qrupda. Yəni necə onlardan davranmaq qaydalarını belə deyim, başa düşür. Böyük qrupda artıq təhlükə yarada biləcək əşyaları artıq onun hansı təhlükəyə yol açacağını, artıq onunla necə davranacağını artıq ona riayət etməyi bacarır. Məktəbə hazırlıq qruplarında isə artıq burada təhlükəsizlik qaydalarını yəni orada artıq böyük qrupda, yəni 1-3-2-də təhlükəsizlik qaydalarını nümayiş etdirir. Məsələn, yanğın zamanı hansı nömrəyə zəng vurmaq və ya zəlzələ zamanı nə etmək lazımdır və s. Bəli. Doğrudur. Dəqiq bunu da silim ki, bizə rahat olsun. Aha. Doğrudur müəllimə. Baxın, bax belə yadda saxlayın. 1-3-1 ancaq həyatın sağlamlığına təhlükə yarada biləcək hadisələr, əşyalar getdi. 1-3-2-də artıq əlavə olundu yol hərəkəti qaydaları, yəni təhlükəli situasiya, elementar təhlükəsizlik qaydaları, sonra nə gəldi? Kimyəvi maddələrdən qorunma, fövqəladə hadisələr zamanı situasiyaya uyğun davranma, zəlzələ zamanı, sonra deyir ki, dərman qəbul etməmə, yad insanlarla görürsüz, yol hərəkəti qaydalarını dedik, bir də yad o insanlarla, yəni ehtiyatlı davranmaydı, bir də yanğın söndürənizdə zəng eləməkdir, polisə zəng edib kömək çağırma. Gördünüz müəllimlər, asandır. İndi sizə təhlükəsizlikdən mövzu olacaq, yekə bir mövzu. Artıq siz bunu bilirsiniz deyənə, sizə çox rahat olacaq. Mövzunu da biləsiniz də, yəni təhlükəsizlik mövzunda keçəcəyik də. Bütün nə ki proqramda var, mən sizə hamısını keçəcəm. Sonra mənə deməyəsiniz ki, ay müəllimə, siz keçməlisiniz bu mövzunu. Mən nə xasiyyətim var, kompleks öyrətməyə xoşdum. Hamısını keçəsiniz. Ondan sonra da inşallah qəbulda da heç birsə yad, bir dənə olsun cümlə qarşınıza çıxmayacaq. İndi müəllimə, böyük xanım müəllimə. Adı yadımda qalıb artıq. Böyük xanım müəllimə, siz də mənə 1-3-1-lə 1-3-2-ni elə bir məzmunu mənə izah edin. Orada nə idi, burada nə idi müqayisəli şəkildə? 1-3-1-də müəllimə dediniz ki, təhlükəsiz qaydalarına əməl edir, kəsici, deşici, yırtıcı əşyalardan qorunur. Bir də nə dediniz? 1-3-2-də nə idi? 1-3-2-də nə idi? Bu 1-3-1 idi, dediniz ki, belə. Aha, indi bu 1-3-2-də nə idi? Hər ikisini mənə izah eləməsi ayrı-ayrı. Bu 1-3-1 dediniz. 1-3-2-də nə idi? Hansı bizə tanış olmayan sözlərə rast gəldik, o birisi standartdan fərqli olaraq? Nəsə müəllimə indi də dedi, bir söz dedi. Dərman qəbulu. Dərman qəbulu, onu deyirsiniz, dərman qəbulundan istifadə soran. Sonra dedi ki, yanğın söndürən, zəng eləmə, polisə zəng eləmə. Sonra nə dedik biz burada, baxın bir dəqiqə. Fövqəladə hadisələr zamanı situasiyaya uyğun davranma, yad adamlarla ehtiyatlı davranma, yol hərəkəti qaydalarına əməl eləmə. Gördünüz nə qədər şeylər var burada.
Aha. Bu 1-3-2-dədir, amma 1-3-1-də ancaq həyatda sağlamlıq təhlükə yarada biləcək əşyalar, hadisələr sadalama, nə bilim fərqləndirmə, reaksiya Bəli. vermə, reaksiya görürsə bu 1-3-1-dədir. Bəli, müəllimə, doğrudur. Gördünüz müəllimə, çətin deyil. Amma bu özü geniş mövzu kimi keçəcək. Onda mən sizə təhlükəsizlik bilirsiniz də yekə mövzudur. Onda bura Yəni bundan da yekə mövzu olacaq. O elə bu cədvəl şəklindədir. Cədvəl şəklində qorxudur müəllimələri, amma o olacaq adi mövzu kimi öyrənəcək, adi mətin. Bu cədvəl, amma cədvəl olsa belə yaşa görə seçir də müəllim. İçindəki amma sözlərdir. 1 2 dedik, 2 3 3 4 4 5 5 6. Bax belə.